Göndərdiyim bu sınaqda hər hansı bir, sualınız başa düşmədiyiniz, sizə problem yaradan, çətin görünən varsa, eşidirəm sizi, soruşun yavaş-yavaş. Əvvəl burdakı suallarımıza baxaq, göz gəzdirək, ondan sonra keçərik MHM ilə olan testlərimizə baxarıq. Varmı sualları olan? Yazanlar bir əl qaldırsın, baxım hələ, görüm kimlər yazıbdı. Mhm. Sevinc müəllim yazıb, Gülarə müəllim yazıb. Nə gözəl, nə gözəl. Tamam, əla, əla. Yazsanız yaxşı olar əlbəttə ki, çünki vacib mövzudur. Hər zaman, amma hər zaman MIQ imtahanlarına rastınıza çıxacaq bu mövzu. İnşallah ki, hər zaman dediyimiz bu il axırıncı olar. Axırıncı dəfə qarşınıza çıxar, inşallah qəbul olarsınız. Ondan da əlavə, abituriyent hazırlığı ilə yəqin ki, məşğul olanlarınız var. Orada da, buraxılış imtahanında hər zaman buraxılış nədir? Üzr istəyirəm, blok imtahanında hər zaman düşən mövzudur. Amma hər zaman. Sevinc müəllim, buyurun, eşidirəm sizi. Üçüncü sual. Tamam, baxaq üçüncü suala. Deməli, deyir ki, verilmiş şeir nümunəsi əsasında doğru fikirləri müəyyən edin. Dağlar mənə gəl-gəl desə ürəkdən, gəlib elə bu yerlərdə qalardım. Təbiətlə sevincimi, dərdimi bölüb elə bu yerlərdə qalardım. Deməli, birinci fikirdə deyir ki, bizdən nə istəyirdi? Bizdən doğrunu istəyirdi. Birinci fikirdə deyir ki, bir əşyanın özünə xarakterik olmayan əlamətlə qüvvətləndirildiyi bədii təsvir vasitəsi işlənmişdir. Əgər əlamətlə qüvvətləndirilmə deyirsə, bu zaman bizdən epitet istəyir. Epitet. Verilmiş şeir nümunəsində epitet varmı? Xeyr, yoxdur. Yəni bədii təyində epitet varmı nümunədə? Xeyr. Ona görə biri silirik. 2-də deyir ki, söz sırasının pozulması şeirin emosional təsir gücünü artırmışdır. Söz sırasının pozulması, varmı görək? Bölüb elə bu yerlərdə qalardım. Dağlar mənə gəl-gəl desə ürəkdən. Dağlar ürəkdən mənə gəl-gəl desə. Təbii ki, söz sırası pozulubdur. Söz sırasının pozulması şeirin emosional təsir, gücünü artırıbmı? Bəli, artırıbdır. İkinci fikir doğrudur. İkinci fikir doğrudur. Burada nəsə deyəsən qüsur çıxacaq, hə? Baxaq, davam eləyək. Bir Evet. əşyanın xüsusiyyətinin başqa bir əşyanın üzərinə köçürülməsi ilə şeirin təsir gücü artırılmışdır. Bir yəni metafor var burada deyir. Baxırıq metafora. Deyir ki, dağlar mənə gəlib elə bu yer təbiətlə sevincimi, dərdimi bölüb elə bu yerlərdə qalardım. Metafor hardadır burada? Dağlar mənə gəl-gəl desə, dağlar danışa bilməz axı bu təbii ki, metafordur. 3 də var. Dördüncü fikir dedik ki, iki fikrin bir-birilə qarşılaşdırılması ilə yaranan məcaz növü, yəni iki fikrin bir-biri ilə qarşılaşdırılması təzad yaradır. Təzad da məcaz növü deyil, yəni bədii təsvir vasitəsi deyil. Ona görə bu səhvdir, götürülməz. Beşinci fikir metonimiyadan istifadə olunmuşdur, olunmayıb. Bu şeirdə metonimiya yoxdur. Ona görə bu səhvdir. Altıncı fikirdə deyir ki, fikrin daxili mənasının fikrə ziddiyyət təşkil etməsi müşahidə olunur. Bu da, kinayə deməkdir, ironiya deməkdir. Varmı şeirdə kinayə və ya ironiya? Xeyr, yoxdur. Burada doğru cavabımız olmalıdır 2 və 3-cü variant. Yəni C variantı cavabımız olmalıdır. Bəli, Sevinci müəllim. C yazmışdım müəllim, amma indi sualın şərtini desən ancaq təsvir soruşurdu, düzdür? Mən də metonimiya tapmadım düzü. Baxın. Yox, şeir Yoxsa yox, doğru nümunəsində fikir doğru fikirləri soruşur. müəyyən Hə, eləyin sadəcə. Yəni bəli, təsvir və ya C ifadə idi. şərti qoymamışam. Bəli, bəli, onda elə C idi, bəli mən. Gülnar müəllim, eşidirəm sizi. Axşamınız xeyir olsun müəllim. Müəllim, bu bədii təsvir və ifadə vasitələri biz öyrəşmişik ki, həmişə bir yerdə deyirik də bunu, təsvir və ifadə vasitələri. Amma baxın, belə suallarda ayrıca soruşur da, bədii təsvir vasitəsi, ifadə vasitəsi. Bu necə eləyək ki, biz qarışdırmayaq? Çünki mən bunu ömür boyu səhv salıram da. Yəni ifadə deyəndə hansı idi, təsvir deyəndə hansı idi? O imtahan həyəcanı da gələndə ümumiyyətlə adam bildiyin də ondur, özünüz bilirsiniz. Ya bunun nəysə bir xüsusi bir texnikası mı deyim, nəysə varmı ki, biz onu qarışdırmayaq? Yəni sualda bizdən nə istədiyini qarışdırmayaq, yoxsa təsvir vasitəsi ilə ifadə vasitəsini qarışdırmayaq? Təsvir vasitəsi ilə ifadə vasitəsini qarışdırmayaq. D Bunun hər hansı bir texnikası əzbərləyək sadəcə. Təsvir vasitələri hansılardır? Epitet, təşbeh, metafor, metonimiya, simvol, bir də ki, sinekdoxa, metonimiyanın növüdür. Əzbərləyirsiniz adbaad formada və testi işləyəndə mütləq sualı 2 dəfə oxuyun. Mütləq, amma mütləq. Xüsusən MIQ imtahanında. Çünki MIQ imtahanında elə olur ki,
3 dənə sualda ard-arda deyək ki, doğrunu soruşur. 4-cü sualda deyir ki, yanlışı seç. Sizdə artıq fikir beyin adaptasiya bütün doğruya, yanlışı soruşanda artıq yanlışı görə bilmirsiniz, diqqətinizdən qaçırırsınız. Ona görə mütləq diqqətli olun. Yaxud da sizdən ola bilər ki, verilmiş nümunədə işlənmiş bədii təsvir vasitələrini seçin yazsın. Yaxud ola bilər ki, yazsın ki, verilmiş nümunədə işlənmiş bədii ifadə vasitələrini seçin və ya bədii təsvir və ifadə vasitələrini seçin. Ona görə mütləq, amma mütləq sualı 2 dəfə oxuyun və həmçinin də nələr daxildir buna mütləq əzbər. Sizə mən Bəs müəllim, məcaz deyəndə fərqi yoxdur da, ikisini də seçə bilərik, düzdür? yox. Məcaz deyəndə sırf təsvir vasitələri, sintaktik fiqur deyəndə isə sırf ifadə vasitələri nəzərdə tutulur. Məcaz başqadır, sintaktik fiqur başqadır. Təsvir vasitəsi məcaz, həmçinin də bunlar eyni şeydir. İfadə vasitəsi ilə də sintaktik fiqur eyni şeydir. Yaxşı? Amma məcaz deyəndə ifadə vasitələrini ora daxil eləməyin. Yaxşımı? Oldu, çox sağ olun. Tamam. Eşidirəm Tünzalə müəllim, buyurun. Müəllim, mən MHM-dən sualların cavablarını tapa bilmədim. Arxasında cavabları yox idi. Onu mən tapa bilmirəm, yoxsa ümumiyyətlə yoxdur? Var, arxasında cavabları var. Kitabın PDF-ini qrupa göndərmişəm, düzdür? Bəli, PDF-nə baxdım. Təsvir və ifadə vasitələrinin cavabları yoxdur. Onu görə bilmədim. Qızlar, siz görmüsünüz, hansınızsa var orada? 100% Mənim gözüm. Orada qədər- yoxdur, PDF-də yoxdur. Onun cavabları ayrı olmalıdır. mən Yəni PDF-in üstlərində cavabları yoxdur. Məndə əvvəlcədən olmalı idi onun cavabları. mən qrupa PDF göndərmişəm MHM-nin həmin o O kitabda. PDF-də yox. Necə ola bilər? Çox üzr istəyirəm. Mən elə qoyunda təsvir və ifadə vasitələrinin cavabını göndərim. Bu kitabı tapım, bircə dəqiqənizi istəyəcəm. Kitabı tapım, onun cavablarını ya kimdəsə varsa əlinin altında hazırda, zəhmət olmasa mümkündürsə qrupa göndərsin. Sizin izahınıza baxıb 20-yə qədər yoxlaya bildim. Ondan sonra da dərs başladı deyə yoxlaya bilmədim. Yox. Deyim cavabları bu sayda tez yoxlayardım. Gərək yazardınız qrupa, mən cavabları göndərərdim. Mən elə bildim ki, cavabları var arxasında o kitabın. Ona görə göndərməmişəm. Tamam, mən onun cavablarını göndərirəm. İndi kimdəsə kitab varsa əlinin altında, mümkündürsə göndərsin. Yoxdursa, kimdəsə var kitab bu dəqiqə hazırda əlinin altında? Yox, məndə bir testin özü yoxdur, mənim PDF-i var mənim. Yaxşı, onda yoxdursa, cavabları mən bircə dəqiqə kitabı tapım, görüm hardadır. Bu tapım cavabları göndərirəm bircə dəqiqə. Cavabları göndərirəm mən qrupa. Cavabları. Təsvir və ifadə vasitələri də, düzdür? Yoxlayın siz oradan. Bircə dəqiqə. Əslində təsvir və ifadə vasitələri o qədər də qəliz olmayan suallardır məncə. Sadəcə çoxlu praktika lazımdır. Çoxlu praktika olsa, inanın ki, çox rahatlıqla öyrənə biləcəyiniz mövzudur. Bədii əsərin dili. Düz göndərdim də yəqin ki. Göndərdim qrupa. Yoxlayarsınız, ona qədər də bu sınaqda olan səhvlərimizə bir göz gəzdirək. Davam eləyək. 3-cü sualı izah elədim. Digər sualları eşidirəm sizi. Davam eləyin. 7 Sevinc müəllim. Tamam, baxaq 7-ci suala. 7-ci sualda nə istəyir? Hanı getdim? Deyir ki, Qızılgül olmayaydı poemasından verilən nümunələrdən birində aşağıdakı nümunə ilə eyni təsvir vasitəsi işlənmişdir. Birinci verilən nümunədə hansı təsvir vasitəsi işlənib, onu tapaq. Sonra isə digərləri. Onda uyğun olaraq variantlarda da axtaraq. Deyir ki, ağ tük tapdım arasından saçımın, qoparmadım, saxlamışam çoxalsın. 30 ildə cavan qalıb neylədir? Canı çıxsın saçlarımın qocalsın. Saçların cavan qalması, saçların qocalması, qocalmaq və cavan qalmaq insana aid xüsusiyyətdir. Köçürülüb nəyin üstünə? Saçların üstünə. Düzdür? Demək bu nədir? Bu metafordur. Verilən şeir nümunəsində metafor işlənibdir və mən aşağıdakı variantlardan metaforu seçməliyəm. Deməli, sevirdi onu məktəbli də, kəndli də, fəhlə də. Yoxdur metafor. Dosta sadiq,
ülfəti yumuşaq. Aha, cavab B variantı olmalıdır. Ülfəti yumuşaq. Yumuşaq olmaq hər hansı bir maddi əşyaya aiddir. Nə bilim, mum yumuşaq olar, pambıq yumuşaq olar, paltar yumuşaq olar. Yəni maddi əşyaya aiddir. Və yumuşaq olmaq insanın xarakterinin, xasiyyətinin üzərinə köçürülür. Deyir ki, xasiyyəti yumuşaqdır, ülfəti, dostluğu yumuşaqdır. Bu nədir? Məcazilikdir. Deməli, köçürülübdür. Bu nədir? Metafordur. Metafordur. Niyə? Çünki demişdik ki, əşya əlamət münasibəti varsa, birinci əşya, daha sonra isə əlamət. Təbii ki, burada məcazilik də vacibdir. Əşya əlamət münasibəti strukturu görürüksə, biz onu nə götürürdük? Metafor götürürdük. Burada da eyni struktur var və yumşaq sözdə məcazi mənada olduğu üçün mən bunu metafor olaraq düşünə bilirəm. Avtomatik cavab olur B variantı. Digər variantlara da baxaq. O hamıdan sadə idi, hamıdan açıq ürək. Burada açıq ürək sözünə ilişə bilərsiniz. Açıq ürək sözü. Onsuz da hər zaman bu mövqedə işlənən sözdür. Yəni, necə deyək, bunun mövqeyi budur. Bunun deyə bilərsiniz ki, bu məcazidir, bunun həqiqi mənası olsun. Amma burada açıq sözü deyil, açıq ürək sözüdür. Məsələ budur. Açıq sözü olsaydı, mən onu məcazi düşünüb, təşbeh kimi, üzr istəyirəm, metafor kimi düşünə bilərdim. Amma burada açıq ürək sözüdür. Açıq ürək sözü də bütövdür. Yəni burada açıq sözünün məcazi və ya həqiqi olmağına baxmırıq biz. Açıq ürək sözünün özünə baxırıq. Ona görə metafor yoxdur. Dayanma belə məlul, ümidsiz yollara göz dikən kimi. Bax burada təşbeh var. Yollara göz dikən insanlar kimi dayanma deyir. Bu təşbehdir. Ona görə D variantı olmaz bizim cavabımız. Gah görürdüm bircə sözdən qısılıb bir bucağa, xısın-xısın ağladı. Burada da təşbeh, metafor filan, metafor axtarırıq. Biz metafor varmı? Xeyr, yoxdur. Ona görə cavab E variantı da olmaz. Deməli cavabımız nə imiş? Məhz B variantı. Aha, davam eləyin. Növbəti sual eşidirəm sizi. Varmı? 8. 7 mən. 7. 7-ni indi izah elədim axı müəllim. 8, 8. 8-ə baxaq. Deməli 8-ci sual hanı? Deyir ki, verilmiş beytdə hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir? Deyir ki, məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn-ü məkana sığmazam. Deməli, burada nə işlənibdir? Deyir ki, mən bütün cahana sığmıram. Mübaliğə işlənibdir 100%. Mübaliğə. İşlənibmi? İşlənibdir. Daha sonra başqa, məndə sığar iki cahan, məndə iki cahan sığır. İnversiya işlənibdir. İnversiya söz sırası pozulubdur 100%. Daha sonra bədii təzad var burada. Deyir ki, məndə iki cahan sığır, amma mən cahana sığmıram. Görürsən, qarşılaşdırılır fikirlər. Burada təzad var 100%. Daha bir dəqiqə qoşulanı qəbul edeyim. Daha sonra dedi ki, təzad var. Təzad var. Gövhər ilə məkan mənəm. Mən gövhər ilə məkanam. Yəni insan məkansız gövhərə, qiymətli daşa bənzədilir. Bu təşbehdir. Təşbeh də tapdıq. Daha sonra başqa bir şey görə bilmirəm. Deməli, mübaliğə, inversiya, təzad, təşbeh, litota yoxdur, epitet yoxdur. Mübaliğə, təşbeh, təzad, inversiya cavab olmalıdır. C variantı. D variantı. İnversiyanı burada hansını götürdünüz? İnversiyanı. Hansı olaraq götürdünüz inversiyanı? İnversiya deyir ki, məndə sığar iki cahan. Bax, iki cahan məndə sığar olmalıdır. Yəni xəbər gəlib hardadır görə dayanıbdır. Bəli. Ona görə bu inversiyadır. Dediyim kimi, mübaliğə də var, təşbeh də, bədii təzad da inversiya da cavab olmalıdır. C variantı. D variantında deyir ki, inversiya, bədii təzad, mübaliğə. Çox maraqlı variantdır. İnversiya, bədii təzad, mübaliğə. Var hamısı həqiqətən də. Yəni bu da doğrudur əslində. Sadəcə MİQ imtahanında cavablar bir-birinə nəzərən doğru olur. Yəni daha dəqiq variant nədirsə, onu seçməliyik biz. Yəni görürük ki, mübaliğə bir variantda mübaliğə, təşbeh, bədii təzad və inversiya 4-ü verilibdir. Başqa bir variantda həmin o anlayışların 3-ü verilibdir. O da düzdür, o da düzdür. Amma daha dəqiq olan hansıdır? Daha çox olan. Onu seçməliyəm. Cavab olmalıdır C variantı. Aha, növbəti sual. 9, 10, 11, 12, 13, 14, 15. Varmı suallar? Orada yoxdur müəllim.
Bir sual verim. Birinci testdə düz yazmışam əslində. Sadəcə mən orada zəhmət olmasa birinci testə gələrdiniz. Bir variant var idi, onu soruşacaqdım. Bircə dəqiqə. Birinci sual dediniz də səhv etmirəmsə. Birinci suala gəldim. Müəllim, bu sualda ikinci cümlədə deyilir ki, aid olduğu ədəbi növün tələbi ilə söz sırasının pozulması. Yəni lirik növün tələbidir deyir də. Yəni bu fikir səhv olduğuna görə götürmürük də, yoxsa burada inversiya var əslində. İnversiya var. İnversiya var. Nə gözəldir bu dağların lalası. Əslində belə olmalıdır ki, bu dağların lalası nə gözəldir. Yəni söz sırası pozulub. 100% inversiya var. Amma məsələ bilirsiniz nədir? Məsələ odur ki, söz sırasının pozulması heç bir ədəbi növün tələbi deyil. Düzdür, əsasən lirik növdə pozulur. Amma epik və dramatik növlərdə də söz sırasının pozulmasına kifayət qədər şahid olmaq mümkündür. Yəni söz sırasının pozulması heç bir ədəbi növün tələbi deyil. Dediyimiz kimi lirik növdə də pozula bilir, epikdə də və dramatikdə də, amma heç birinin tələbi deyil. Daha çox lirikdə rast gəlinsə də lirikin tələbi deyil. Səhv etmirəmsə o günlərdə şagirdlərimlə, abituriyentlərimlə, 3-cü qruplarımdan biri mənə gəlmişdi ki, bəs Eremin kitabında, dəqiq bilmirəm, amma Eremin kitabında inversiya lirik növün xüsusiyyəti olaraq göstərilib, amma yanlışdır. Yanlışdır bir mənalı şəkildə. İnversiya heç bir ədəbi növün tələbi deyil. Ona görə, yəni hər hansı bir sualda aid olduğu ədəbi növün tələbi ilə inversiya işlənmişdir fikri görürsünüzsə, bir mənalı şəkildə səhvdir. Yaxşımı? Daha sonra, məsələn, deyək ki, epik növdə dialoqlardan istifadə oluna bilər. Olunmalıdır, yox ha, oluna bilər. Dramatik növdə isə olunmalıdır. Yəni, dramatik növün xüsusiyyətidir, epik növün xüsusiyyəti deyil, sadəcə orada var. Məsələn, müəllif danışır hadisələri, ara yerdə xırda kiçik dialoqlardan istifadə eləyir. Bu mümkündür. Epik növdə, hekayədə, romanda, povestdə və s. Amma epik növün belə bir tələbi yoxdur. Dramatik növdə isə hadisələr dialoqlar və monoloqlar formasında cərəyan eləyir. Yəni, oradakı dialoq artıq dramatik növün tələbidir. Bu formada. Yəni, epik növdə dialoqun işlənməsi necə tələb deyilsə, söz sırasının pozulması da heç bir ədəbi növün tələbi deyil. Aydındır mı müəllim? Bəli, Tamam. Əla. Növbəti sual. Başqa sual varmı? Bu testlə bağlı və ya ümumiyyətlə. Varsa eşidirəm. Yoxdursa, Ola bilsə verim. əlbəttə buyurun. Tutalım deyirəm ki, mən də sənin kimiyəm. Aha. Burada təşbehdən istifadə olunub. Yox. Bəli. Ümumiyyətlə orada təsvir vasitəsi yoxdur. Düzdür, bənzədir. Amma mən də sənin kimi güclüyəm desəm onda var, hə? Yox, güclüyəm. Axı bir şey deyim, mən də sənin kimi güclüyəm. Burada güclü sözü məcazidir yoxsa yox? Hə, məcazi deyil. Bilirsiniz niyə? Bu bədii təsvir vasitələri başqa adı nədir? Məcazlar. Orada məcazilik olur. İfadə vasitələrində o olmaya bilər. Məsələn, söz sırasının pozulması ifadə vasitəsidir. İnversiyada amma ki, məcazilik yoxdur. Bədii təzad məcazilik yaratmaya bilər, olar. Amma təsvir vasitəsində məcazilik olmalıdır. Yəni, nə olsun? Məsələn, Acıyam. Bu olar. Bu dediyiniz kimi təşbehdir. Çünki orada mən acıyam. Mən də sənin kimi acıyam. Özünü kiməsə bənzədir və məcazi bir xüsusiyyətlə bənzədir. Bu təşbehdir. Amma dediyiniz kimi mən də sənin kimi güclüyəm. Burada bənzətmə var, amma məcazi olmadığı üçün bu təşbeh deyil. Məsələn, olsaydı ki, mən şir kimi güclüyəm, burada artıq ciddi bir məcazi bənzətmə olduğu üçün bunu götürərdik ki, təşbeh. Aydındır mı müəllim? bəli, bəli. Tamam. Birinci sualı soruşdu Aytac müəllim deyəsəm, tam izah eləyim. Eləyərəm, problem yoxdur. Deyir ki, verilmiş şeir nümunəsi əsasında doğru fikirləri müəyyən edin. Aytac müəllim buradadır. Hə, buradadır. Verilmiş şeir nümunəsi əsasında doğru fikirləri müəyyən eləyir. Deməli, deyir, nə gözəldir bu dağların lalası, mən getsəm də könlüm burada qalası. Sevsə məni bir zalimin balası, ölüb elə bu yerlərdə qalardım. Deməli, birinci fikirdə deyir ki, bir əşyanın özünə xarakterik olmayan əlamətlə qüvvətləndirildiyi bədii təsvir vasitəsi işlənmişdir. Bayaq da testlərdə də var, burada da vardı o fikir. Bu epitet deməkdir. Epitet. Hər hansı bir əlamətlə qüvvətləndirilmə epitet deməkdir. Nümunədə epitet işlənibmi? Yoxdur. Epitet nədir? Məsələn, acı söz,
nə bilim, dəmir iradə və s. Yəni buradakı həmin o dəmirlə acı sözləri epitet yaradır. Məcazi mənalı təyinlər deyirik biz bunlara. Epitet yoxdur, bir səhvdir. 2-də deyir ki, aid olduğu ədəbi növün tələbi ilə söz sırasının pozulması şeirin emosional təsir gücünü artırmışdır. Həqiqətən şeirdə söz sırası pozulubdur və söz sırasının pozulması emosional təsir gücünü artırır. Doğrudur. Amma bu hər hansı bir ədəbi növün tələbi deyil. Ona görə ikinci fikir də səhvdir. 2-ni də sildik. Üçüncü fikir deyir ki, bir əşyanın xüsusiyyətinin başqa bir əşyanın üzərinə köçürülməsi ilə şeirin təsir gücü artırılmışdır. Bu nə deməkdir? Köçürülmə, metafor deməkdir. Deyir ki, mən getsəm də könlüm burada qalası. İnsan qalar hardasa. Qalmaq xüsusiyyəti insana aiddir. Köçürülüb könlün üzərinə, insanın könlünün üzərinə. Deməli, bu doğrudan da metafordur. 3-ü götürək. 4-də deyir ki, iki fikrin bir-biriyle qarşılaşdırılması ilə yaranan məcaz növü işlənmişdir. Lap olsa belə bu fikir səhvdir. Niyə? Çünki iki fikrin bir-birinə qarşılaşdırılması nə yaradır? Təzadı yaradır. Təzadda məcaz növü deyil. Məcaz təsvir vasitələrdir. Təsvir vasitələrdə epitet, təşbeh, metafor, metonimiya, sinekdoxa simvoldur. Təzad ifadə vasitəsidir. Yəni, burada məcaz növü olaraq təqdim olunması təbii ki, səhvdir. Bunu da sildik. 5-də deyir ki, metonimiyadan istifadə olunmuşdur. Bax, burada 3-cü misraya baxın. Deyir, sevsə məni bir zalimin balası. Zalimin balası burada hər hansı bir şəxsin, qızın adıdır. Sevsə məni, nə bilim, kim olsun? Bənövşə, pəri və s. Hər hansı bir şəxsin adıdır orada. Onun adının yerinə zalimin balası ifadəsi istifadə olunubdur. Bu da nə hesab olunacaq? Metonimiya hesab olunacaq. 5-i götürürük. Fikrin daxili mənasında fikrə ziddiyyət təşkil etməsi müşahidə olunur. Bu da kinaya, ironiyadır. Yoxdur şeir nümunəsində. Cavabımız 3 və 5 olmalıdır. E variantı. Aydındır müəllim? Varmı? Sual, qaranlıq qalan məqam. Yoxdursa davam edin. Eşidirəm sizi. Tüzə müəllim, 14-cü suala baxa bilərik. əlbəttə. 14-cü sual. Orada cavabı düz yazmışam, amma B variantı mənə qaranlıq qalıb. Baxaq. Deyir ki, verilmiş şeir nümunəsi haqqında doğru fikri müəyyən edin. B variantı bir-birinə əks olan ifadə vasitələri yer alıb. Aha. Fikir qaranlıq qalıb, yoxsa bunun niyə cavab olmadığı qaranlıq qalıb? Y variantında təzaddan istifadə, həqiqətən sualda təzaddan istifadə olunub. Ona görə cavabı götürdüm. Amma bir-birinə əks olan ifadələr də elə təzaddır da. O da təzad elədir. Yəni B variantına bir-birinə əks olan ifadə vasitələri. Litota və Vasitələri. litota və mübaliğə deməkdir bu. Bir-birinə əks olan ifadə vasitələri hansılardır? Litota ilə mübaliğə. Litota kiçiltmədir, mübaliğə şişirtmədir. Bunların hər ikisi şeydə. Başa düşdüm. Aydındır mı? Yəni fikirdə diqqətli olun. Desəydi ki, bir-birinə əks olan ifadələr yer alıb, bu təzad deməkdir. Amma ifadə vasitəsi dediyi üçün bu artıq təzad deyil. Burada artıq litota ilə mübaliğə nəzərdə tutulmuşdur. Aydındırmı? Bəli, başa düşdüm. Tamam. Başqa sual varmı bu testdə? Tamam. Əgər sualınız yoxdursa bu testdə, keçəyin MHM-də olan suallarımıza baxaq. Yəqin ki, yoxlamış olarsınız artıq deyə düşünürəm. Bir dənə MHM-dən testləri işləyənlər əl qaldırsın, baxım da zəhmət olmasa. Sevinc müəllim işləyib, Tünzalə müəllim. Nə gözəl. Yaxşı, suallarınızı verin test üzərindən. Testlərdən baxaq görək nə suallarınız var. Başa düşmədiyiniz, sizə qaranlıq qalan nələr varsa, hər birini tək-tək soruşun, cavablandırım. Ondan sonra biraz sual-cavab eləyək və bir neçə mövzu götürmüşəm bugün üçün. Harasa bir 6 dənə şeiri birləşdirib sizin üçün izah eləyəcəm. Başlayın. Eşidirəm, Sevinc müəllim, sualınızı. 1-dən 50-yə qədər idi, bəli, 1-dən 50-yə qədər vermişdim. Elədir ki, var. 50 kimi vermisiniz də mənim onda elə. Mən hamısını işləmişəm. 50-dən sonra var idi əsas suallarım, amma belə baxın 50-yə qədər. 50-yə qədər baxaq. 50-dən kənar suallarınız olsa da yazarsınız mənə, mən onların video izahını göndərərəm sizin şəxsinizdə, problem yoxdur. Olar mənim çoxdan. Kimsə istəsə də göndərərəm, o da problem deyil. Tamam, 1-dən 50-yə qədər suallarınızı verin, eşidirəm sizi. Eşidirəm, buyurun.
Yox, sual. Müəllim 7-yə baxaq da. Baxaq. Bir dəqiqə. Deməli, 7-ci sualda deyir ki, yollar cəbhələrə ümid ilə gedir, metafor. Bizdən nə istəyir? Bədii təsvir vasitəsini istəyir, fikir verirsiniz, avtomatik biri silirsən. Bir də təkrir yazılıb, təkrir ifadə vasitəsidir. Bu ola bilməz bizim cavabımız. Baxaq, yollar cəbhələrə ümidlə gedir. Yollar gedir, metafor. Yollar cəbhələrdən əliboş gəlir, yenə metafor var. Yox, onlar bir ümid həsrət simidir. Bax, yollar, onlar nəyi nəzərdə tutur? Yollar. Yollar bir ümiddir, yollar həsrət simidir. Yollar nəyə bənzədilir? Ümidə bənzədilir. Bu nədir? Təşbihdir. Yollar da yorulur, yollar da ölür. Bu da metafordur yenə də. Deməli, burada metafor var 100%, təşbih var 100%. Cavab olmalıdır B variantı deyə düşünürəm. Siz böyük ehtimal ki, A variantı götürmüsünüz, eləmi? Xeyr, D variantı götürmüşəm mən. 3-ü epitet. Yollar cəbhələrə ümidlə gedir. Hanı epitet burada? Həsrət simi Həsrət. Baxın, götürmüşəm niyəsə. buna cavab verməlidir. Epitet hesab olunan söz necə? Burada həsrət sözü necə sualına cavab verirmi? Yollar həsrət simidir. Bütövlükdə nədir sualına cavab verir bu ifadə? Həsrət özü necə sualına cavab vermir axı? Necə sualına bax, epitetdə əlamət əşya strukturu olmalıdır mütləq. Birinci əlamət, sonra isə əşya gəlməlidir. Bayaq yazdığı dəmir iradə, necə iradə? Yaxud da acı söz, necə söz? Yaxud nə bilim qəmli payız. Qəmli payız, necə payız? Fikir verirsinizsə, burada birinci sözlər hamısı necə sualına cavab verir. Yəni təyinlərdir. Məcazi mənalı təyinlər. Aydındır müəllim? Bəli, bəli. Sonraki sual. 14-cü sualda səhv yazmışam. Burada da Düz yazmışam. Əslində, amma qaranlıq qalan var. Tamam, baxaq. Deyir ki, bədii təsvir və ifadə vasitələrini müəyyən edin. Vətəni qorumaq şərəfli, uca, torpaq bu şöhrəti qaldırır göyə. Bu metafordur təbii ki. Metafor. Torpaq nə isə qaldıra bilməz. Torpağın belə bir xüsusiyyəti var, yoxdur. İnsan nə isə qaldıra bilər. Sonra torpaq bu şöhrəti qaldırar göyə yox, göyə qaldırar olmalıdır. Burada inversiya da var. İnversiya. Sonra əskərlər sürünər cəbhə boyunca vətən ayaqlara düşməsin deyə. Deməli, burada inversiya var, biri götürürük. Metafor var, ikini götürürük. Mübaliğə yoxdur. Bir də ki, metonimiya var da, vətən. Vətən ayaqlara düşməsin yoxdur. Yəni, vətənin sakinləri ayaqlara düşməsin deyə. Bu da Mən də cavabı elə götürmüşəm, amma mən metonimiya olaraq torpaq bu şöhrəti qaldırır göyə ifadəsini götürmüşəm ki, orada torpaqdakılar. Amma siz izahınızda, atdığınız izahda gördüm ki, vətən ayaqlara düşməsin deyəni metonimiya götürmüsünüz. Ona görə qaranlıq qalmışdı mənə. torpaq bu şöhrəti qaldırar göyə. Bir dəqiqə, Yəni vətəni qorumaq torpaqdakılar. şərəfli uca. Bax, deyir ki, vətəni qorumaq şərəfli uca, torpaq bu şöhrəti qaldırar göyə. Torpaqdakılar nəzərdə tutulmur. Axı, sırf torpağın özü vurğulanır burada. Bayaq nədir? Bayaqki testimiz var deyə məcazlarla bağlı mənim göndərdiyim. Orada da belə bir sual vardı ki, orada da yəni torpağın özü vurğulanır əsas. Yəni torpağın üzərində yaşayanlar yox. Burada vətəndə yaşayanlar nəzərdə tutulur. Yəni vətən anlayışı ona görə dəyərlidir ki, onun vətəndaşı var. Vətəndaşı. Onun üçün dəyərlidir. Vətəndə yaşayan vətəndaşdır. Yəni vətən ayaqlara düşmə ehtimalı yoxdur. Bu onsuz da vətəndir. Ayaqlara düşən kim olacaq? İnsanlar olacaq, xalq olacaq. Ona görə burada vətən anlayışı metonimiya yaradıbdır. Bundan əlavə metonimiya, yəni metaforun vacib fərqlərindən biri metonimiyada bənzədilən, yəni əşya məcazi mənada olur. Metaforda bu anlayış əlamət məcazi mənada olur. Burada vətən anlayışı yox, vətən özü ümumiləşdirilmiş anlayışdır. Vətən sakinləri, vətəndaşları kodlaşdırıbdır, metonimiyadır. Amma burada şöhrətin göyə qalxması məcazi mənadadır. Yəni şöhrəti ucaltmaq insana aid xüsusiyyətdir. Şöhrətin artırmaq torpağın üzərindən köçürülüb deyə metafor olaraq bunu qəbul edirik və cavab seçirik
1, 2, 5. Olur. Hansı variant? B variantı. Yaxşımı? Müəllim, üzr istəyirəm. O cümləni bir də təkrar eləyə bilərsiniz, qeyd eləyim. Metaforda əlamət məcazi mənada olmalıdır. Metonimiyada isə əşya məcazi mənada olmalıdır. Aha. Yaxşı. Bax, nümunə kimi hər zaman metonimiyada nümunə gətiririk ki, görsən tanımazsan yarım saqqallı. Burada tanımamaqdır məcazi mənada, yoxsa yarım saqqal ifadəsidir də. Yaxud da deyək ki, Azərbaycan qara nefti qara neft nə idi? Qara qızılını satır. Qara qızıl burada satmaq sözünü məcazi, yoxsa qara qızıl? Qara qızıl. Metonimiyadır çünki bunlar. Metonimiyada əşya məcazi mənada olur. Metaforda əlamət və ya feil məcazi mənada olur. Yaxşı? Çox sağ olun. Növbəti sualınız. Sevinç müəllimə eşidirəm. Var əlinizi qaldırmısınız? Yoxdur sualı olan? Müəllim, bir də üzr istəyirəm. Olur şeirlərdə, məsələn, sevgilini nəyəsə bənzədirək, məsələn, gülüm, çiçəyim, nə bilim, onları biz nə götürməliyik? Metafor. Hə, Onlar da metafordur. qəbul olunmuş versiya olaraq onlar hamısı metafor götürülür. Hə, deyə bilərsiniz mən onun metonimiya olduğunu düşünürəm. Çünki ad dəyişmədir. Razılaşaram sizlə də müəyyən qədər. Amma ki, dediyim kimi onlar standart olaraq qəbul olunan şeylərdir ki, bunlar metafor olaraq götürülür. Ha, yaxşı. Elə qəbul ediblərsə elə götür. Sevgilim, o müsbət müraciətlərin hər biri metafor olaraq götürülür. Gülüm, nə bilim, sevgilim, çiçəyim və s. Sonrakı sual. Eşidirəm sizi. Növbəti sual. Varmı? 20, 25, 27, 29, 30. Yoxdursa sualınız, əgər mən biraz sual-cavab eləyim. Əgər sualınız yoxdursa. Yoxdur. 23-cü suala baxardıq. 23-cü sual, yaxşı. 23-cü sual deyil. Biraz tez deyin ki, mən sizə sual-cavab da eləyəcəm. Yəni, həm səhvlərinizə baxın, həm sual-cavab eləyim, həm də mövzular izah eləyəcəm, şeirlər izah eləyəcəm, onları da izah eləyə bilim. Yaxşımı? Deməli, 23-cü sual. Nümunənin birinci misrasından hansı söz çıxarılsa, əşyanın əlaməti həmin əşyanın adı çəkilmədən digər əşyanın üzərinə köçürülər, yəni metafor alınar. Metafor. Köçürülər deyir də, düzdürmü? Metafor alınar. Amma indi hazırki vəziyyətdə metafor deyil də. Deyir ki, sübhün nəmli gözləri yenə açıldı gün tək. Ayın qaşı çatılıb bir sehirli dünya tək. Deməli, burada normal cümləyə çevirək bir hələ bunu. Deyir ki, sübhün nəmli gözləri yenə açıldı gül tək. Burada gün tək. Sübhün gözləri nəyə bənzədilir? Günə bənzədilir. Bu nədir? Bu təşbehdir. Deməli, demişdik ki, bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti olur. Düzdürmü? Bu qoşma o qədər də əhəmiyyət daşımır, ona görə qoşmanı yazmıram. Sadəcə bura əlamət yazıram. Əlamət. Deməli, bənzəyən, bənzədilən və əlamət. Bunlardan təşbeh üçün ən vacibi hansıdır? Bənzədilən. İkinci əşya. Əgər bənzədilən nümunədən çıxarılarsa, o artıq təşbeh olmur. O artıq metafor olur. Yəni, burada birinci nümunə deyir, sübhün nəmli gözləri yenə açıldı gün tək. Burada bənzədilən nədir? Gün tək. Günə bənzədilir. İndi mən burada gün tək sözünü silsəm, sübhün nəmli gözləri açıldı. Yerdə bu qalacaq. Sübhün gözləri açıldı. İnsanın gözü açılar. Sübhün gözü açılması nə olacaq artıq? Avtomatik metafor olacaq. Təşbehdən keçəcək metafora. İkinci misranı da yoxlayın. Deyir ki, ayın qaşı çatılıb bir sehirli dünya tək. Baxıram ki, ayın qaşı nəyə bənzədilibdir? Dünyaya bənzədilib. Düzdür? Bənzədiləni mən buradan silsəm, yerdə nə qalacaq? Ayın qaşı çatılıb bir sehirli dünya tək. Burada dünya təki silsəm, ayın qaşı çatılıb. İndi burada bir sehirli ifadəsi də onun epitetidir. Deməli, burada nə olacaq? Yalnız metafor olacaq. Təbii ki, bunu heç işarə eləməyiblər, buna baxmıram. Buradan nəyi çıxarmalıyam? Yalnız altını çıxarmalıyam ki, cavabıma gedib çata bilim. Aydındırmı Tünzalə müəllim? Bəli, müəllim, aydındır. Tamam. 38-ə də baxaq. Baxaq. 38-ci suala da baxaq.
37, 38. Şeirdə işlənən bədii ifadə vasitələrini seçin. Bədii ifadə vasitələri. Avtomatik 1-i silirəm, çünki təşbeh ifadə yox, təsvir vasitəsidir. Yerdə qalan təkrir, mübaliğə, təzad, kinayə, inversiya, hər biri nədir? İfadə vasitələridir. Deyir, bu necə dünyadır? Bu necə dünya? Ölümü həqiqət, həyatı röya. Təbii ki, burada təkrir var. Bu necə sözünə bax, bu sözünə bax, təkrar olunubdur. Burada nə var? Təkrir var. 2-ni götürürəm. Sonra həqiqət, ölümlə həyat nədir? Bunlar bir-birinə təzad yaradıblar. 4-ü də götürürəm. Başqa nəsə varmı? Kinayə yoxdur. Bu necə dünyadır? Bu necə dünya? İnversiya yoxdur. Mübaliğə yoxdur. Cavab 2-4 olmalıdır. A variantı. Ölümlə həyat təzadı yaradıbdır. Bu sözü təkrirdir. Necə sözü təkrirdir. Ona görə 2-4 bizim cavabımız olmalıdır. Aydındır mı müəllim? Bəli, müəllim, çox sağ olun. Başqa sualınız varmı? Xeyr, xeyr. Tamam. Əgər sualınız Bir var... də müəllim, bir sual veririm. Deyin, müəllim. Yəni 45-ci suala baxaq orada. Baxaq. Bu dəqiqə. 41, 46 və 45. Aha, bədii ifadə vasitələrini müəyyənləşdirin. İfadə vasitələri deyil. Ha, diqqətli olursunuz. Onsuz da variantlarda hamısı ifadə vasitələridir. Deyir ki, ay adamlar, bir arzum var, qoyun deyim, sağlığında qiymət verin insanlara, yaxşılara sağlığında yaxşı deyin. Sağlığında yaman deyin yamanlara, avtomatik mən burada təzad görürəm. Mən sualı əslində düz yazmışam, amma orada bir şey mənə qaranlıq Nə? qalıb ki, yəni tapın 45-ci suala. Birinci, deməli, ikinci sətirlə Aha. 4-cü sətirdə, misrada Ha. sağlığında sözü təkrar olunub da, onlar təkrir sayılır. Hə, sayılar, niyə sayılmasın? Mən elə bildim, yalnız alt-alta olanlar təkrir sayılır. Yox. Ola bilər ki, məsələn, deyək ki, hər hansı bir şeirin birinci misrasında işlənən bir dənə siz sözü var. Bir də bu söz 5-ci misrada işlənib, siz sözü. Təkrir sayılır mütləq. Yaxşımı? Bəli, mən başa düşdüm. Tamam. Başqa sual? Başqa sual varmı? Varsa eşidirəm sizi. Tamam, əgər ki yoxdursa, biraz sual-cavab eləyək. Deməli, Tünzalə müəllim danışa bilir. Başqa danışa bilənlər əlini qaldırsın, onlara sual verim tək-tək. Yəni, əlinizi qaldırın, zəhmət olmasa görməli kimlər danışa bilir, mənə cavab verə biləcək. Gülnar müəllim, Tünzalə müəllim. Tamam, başlayaq. Gülnar müəllimdən başlayaq. Gülnar müəllim, deyin görüm. Epitet nədir? Epitet bənzətmədir, bədii təyin də deyilir buna. Yəni əsas xüsusiyyəti odur ki, necə sualına cavab verir. Yox? Epitet, hamısını doğru dediniz. Bir dənə epitetə bənzətmə dediniz. O yanlış da. Epitet bənzətmə deyil. Bənzətmə təşbehdir. Bədii təyin müəllim, bənzətmə yox, bədii təyin. Təyin, doğru. Bəs yaxşı. Gülnar müəllim, deyin görüm. Bu epitet hesab olunan söz qrammatik cəhətdən də hər zaman epitet olur. Qrammatik cəhətdən, yəni necə? Növzü olaraq da hər zaman epitet olur. Ha. Yox. Onu yəqin ki, yox olmaz. Amma yəni epitet, belə deyək də, təyin edici söz mövqeyində olur hər zaman. Təyin edici söz mövqeyində olur hər zaman. Yaxşımı? Aha. Bəs Gülnar müəllim, deyin görüm. Meşə laldır. Burada hansı təsvir vasitəsi işlənib? Meşə laldır. Meşə laldır, bəli. Burada hansı təsvir vasitəsi işlənibdir? Burada metafor. Aha, metafor. Bəs yaxşı. Kötü. Meşə uşaq kimi laldır. Burada hansı təsvir vasitəsi işlənibdir? Meşə uşaq kimi laldır. Burada təşbeh olacaq. Aha, niyə təşbeh oldu bu? Ha, onda mən birincini səhv dedim. Çünki burada uşaq kimi laldır. Təşbehdir də. Sadəcə sual verirəm ki, niyə o təşbeh oldu? Onu sual verirəm. Ha, təşbeh oldu. Çünki burada təşbehin əlamətlərini görürük də, bənzəyən, bənzədilən, bənzətmə xüsusiyyəti, qoşması daha doğrusu.
Deməli, Ona görə birincisindən də təşbeh doğru, götürürəm. ikincisini də doğru dediniz. Birincisində həqiqətən də metafor idi, meşə laldır. Çünki keçən dərs izah zamanı demişdim ki, əşya və əlamət, yəni meşə laldır. Meşə əşya, lal da əlamətdir. Bu metafordur. Amma əgər orada bənzədilən varsa, bu artıq təşbeh hesab olunacaq. Yəni meşə uşaq kimi laldır deyirəmsə, burada artıq uşaq bənzədiləndir və bu hesab olunur təşbeh. Yəni doğru dediyiniz. Tamam. Ha, çox Yaxşı. Bəs müəllim deyin görüm. Eee Ey huri deyə bir müraciət eləyirəm hər hansı bir qıza. Yəni şair müraciət eləyir. Burada hansı təsvir vasitəsi var? Hə müəllim, onu dediniz ki, onu biz həmişə metafor götürürük. Metafor götürəcəyik. Bəs yaxşı. Gizli təşbeh nədir? Gizli təşbeh orada ancaq 2 əlamətin olmasıdır. Gizli təşbeh bilirsiniz nədir? Metaforun digər adıdır. Ha, Gizli təşbeh metaforun digər adıdır. bilmirəm. Bəli. Yaxşı. Deyin görüm. İstəyirsə, Nəsimi deyir ki, səndən İraq, ey sənəm, şam-ı səhər yanaram. Orada ey sənəm hansı təsvir vasitəsidir? Metafor. Metafor hesab olunur. Doğrudur. Bəs yaxşı, yazda təbiət yaşıl don geyindi. Burada hansı təsvir vasitəsi var? Burada da metafor. Metafor var. Yaxşı. Bəs deyin görüm. Yazda təbiət pəri kimi gözəl don, yaşıl don geyindi. Burada həm təşbeh, həm metafor olacaq, yoxsa Təşbeh. təşbeh Bənzədilən varsa təşbehdir. ancaq təşbeh Bəli. götürürük. Yaxşı. Desəm ki, nə deyə bilərəm mənə? Çapıq. Hər hansı bir şəxsə mən adının yerinə çapıq deyə müraciət eləyirəmsə, bu hansı Aha, burada metonimiya, metonimiya, sinekdox. sinekdox. Tamam, təşəkkür edirəm. Yaxşı. Sağ olun. Günlar müəllim danışa bilirsiniz? Bəli, bəli. Yox, o digər Günlar müəllimi. Başqa Hə. bir Günlar da var. Eyvazova Günlar. Danışa bilirsinizsə sual verim. Yox, əgər alınmırsa yox. Sevinc müəllim, siz deyin. Deyin görüm, təşbehin ən vacib ünsürü. Ümumiyyətlə təşbehin hansı növləri var? Birinci onu deyin mənə. Mükəmməl təşbehlər olur, bir də müfəssəl təşbehlər olur. Ha. Müfəssəl odur ki, yəni bütün o təşbehin əlamətləri orada iştirak eləyir də. Yəni həm bənzətmə əlaməti olur, həm bənzəyən olur, bənzədilən olur, həm qoşma olur. Bəs Mükəmməl odur ki, orada yəni bu əlamətlər hamısı olmur. Orada deməli deməli orada bənzədilən olur. Aha. Bənzədilən olur, bir də əlamət olur. Yox. Qoşma olur. Bənzəyən və bənzər. Müfəssəl odur ki, 4 ünsürün 4-də iştirak eləyir. Bənzəyən, bənzədilən, bənzətmə qoşması, bənzətmə əlaməti 4-də iştirak eləyir. Amma mükəmməl təşbeh odur ki, bənzəyəndən bənzədilən iştirak eləsin. Yaxşı? Bu ünsürlərdən ən vacibi hansıdır deyə bilərsinizmi? Bənzəyən olmalıdır müəllim. Ən önəmlisi dediniz də. Bəli, ən vacib hansıdır ki, Bənzədilən. o olmaz da. Necə mən Yəni fikrim qarışdı, üzr istəyirəm. Bir də təkrarlaya bilərsiniz sualı. hansı o ünsürlər, o 4 dənə ünsürdən hansı olmasa təşbeh olmaz? Hansı olmasa bənzədilən. Ya əlamət qoşma olmaya da bilər. Aha. Bənzəyən mən nümunə belə çaşıram. Deyirəm ki, məsələn, o şir kimi güclüdür. Burada hamısını iştirak elətdiniz. O şir kimi güclüdür. Güclüdür. Deyirəm o, bənzəyən odur, bənzədilən şirdir. Aha. Düzdür? Kimi qoşma güclüdür, əlamətdir. Aha. İndi əlaməti oradan çıxsam da təşbeh yarada bilirəm. Aha. Onu bənzəyəni çıxartsam da təşbeh yarada bilirəm. Amma bənzədilən olmalıdır mütləq. Ayşə. Qoşma da olmaya bilər. Ayşə. Deməli, bənzədilən bizim təşbehimizin ən vacib ünsürüdür. Bənzədilən yoxdursa təşbeh yoxdur.
Yəni bənzəyən də olmaya bilər. Məsələn, deyirəm ki, o pəridir, yaxud da ki, pəri kimidir. Və bənzəyəni işlətmədim. Heç amma bənzədilənim olmalıdır. Bənzədilən yoxsa orada təşbeh yoxdur birmənalı şəkildə. Bənzədilən çıxarılarsa, o avtomatik çevrilir, metafor olur. Avtomatik Bəli. metafor olur. Yaxşımı? Bəs yaxşı. Sevinç müəllim, deyin görüm, külək qapını döyür. Burada hansı təsvir vasitəsi var? Metafor, Bəs şəhər sakitdir. metonimiya, Aha, doğrudur. Bəs yaxşı, evlə danışıram. evlə danış, metonimiya, Aha. Bəs, yolu avtobusdan soruşdum. metonimiya. Aha, metonimiya. Yaxşı. Bəs deyin görüm, ümumiyyətlə metonimiya nədir? Metonimiya ad dəyişmədir. Hı hı. Yəni mən belə deyim də, bir nəsə nəzərdə tuturam, amma onu demirəm də, onun əvəzinə başqa bir fikir deyirəm. Həmin fikri deyəndə də artıq yəni başa düşülür ki, mən əslində onu demirəm də, yəni nəzərimdə başqa bir şey tutmuşam. Aha, Məsələn, deyirik Füzulini oxudum. Füzulin mən orada artıq anlaşılır ki, yəni Füzulinin əsərlərini oxumuşam deməkdir bu. aha. Doğrudur. Yəni tapmaq da adı çətin deyil də, belə deyək. Rahatdır. Bəs yaxşı, metonimiyada əşya məcazi olur yoxsa əlamət? Əlamət. Əlamət məcazi olmalıdır. Yox, əşya. Əlamət məcazisə o metafordur. Bax, Füzulini oxudum. Burada məcazi olan Füzuli ifadəsidir yoxsa oxudum? Oxumaq. Oxumaq niyə məcazi olsun ki? Füzulinin əsərlərini oxudum mən, bəli, bəli. Füzulinin ifadəsi məcazidir də orada. Ona görə metonimiyadır. Yəni metonimiyada əşya anlayışı məcazi olmalıdır. Metaforda isə əlamət məcazi olur. Aydındırmı? Hı. Anladım. Tamam. Təşəkkür edirəm. Tünzələ müəllim danışa bilirsinizmi? Bəli, müəllim. Aha. Deyin görüm, metonimiya və sinekdoxanın fərqi nədir? Bütün sinekdoxalar metonimiyadır, amma bütün metonimiyalar sinekdoxa deyil. Tamam. Sinekdoxa bütövlükdə ad dəyişmədir, amma metonimiya yarımçıq. Məsələn, deyirəm ki, yarımsaqqal, kimisə adını dəyişirəm, Tamam. deyirəm İfadə ilə. yarımsaqqal və yaxud da dördgöz. Aha, doğrudur. Doğrudur. Amma sinekdoxa bütövlükdə ad dəyişmədir. Yaxşı. Bəs deyin görüm, bədii təsvir vasitələrinin digər adı nədir? Məcazlar, Məcazlar. Bəs bədii ifadə vasitəsinin digər adı? sintaktik fiqurlar. Və ya poetik sintaksis də deyilir bunlara. Bəli, poetik Bəs yaxşı, sintaksis. deyin görüm, bədii ifadə vasitələri hansılardır? Bədii ifadə vasitələri təkrir, inversiya, Hı, kinayə, doğru. sonra mübaliğə, litota. Elə bu? Bir də təzad. Təzad. Bəs bədii sual? Bir də bədii sual. 7 dənədir. Bədii sual nədir? Bədii sual mənə izah eləyin də. Bədii sual cavab tələb etməyən sualdır. Daha Əgər şeirin içərisində də cavabı varsa, onu bədii sual götürmürük. Əslində siz keçən dərsdə idiniz. Bəli, bəli. Bədii sual dedik ki, həmin sualın məzmununda cavabı olur. Sualın məzmununda. Bəli. Yəni deyir ki, məni candan usandırdı, cəfadan yar usanmazmı? Bu nə deməkdir? Məni candan usandırdı, cəfadan yar usanmır demək. Yəni yar cəfadan usanmır da. Yəni əslində o nəqli bir fikirdir. Sadəcə sual formasında çatdırılır qarşı tərəfə. Amma yəni onun cavabını istəmir də, özü əslində onun cavabını verir. Deyir ki, məni candan usandırdı, amma özü usanmır. Uşaqlar evdə iş görəndə dağıdır evi, deyirsən, qardaş, uşaq bir yerdə dayanmazmı? Bu nə deməkdir? Yəni uşaq bir yerdə dayanmır deməkdir. Bu bədii Bəli, bəli. sualdır. Yaxşı, bəs təkririn hansı növləri var? Təkrir anafora, epifora. Əvvəldə işlənən təkrir anaforadır, sonda işlənən epifora. Aha, bəs yaxşı, epifora ard-arda olur yoxsa alt-alta? Alt-alta da ola bilər, ard-arda da Bəs ola bilər. anafora? O da alt-alta da, ard-arda da. Doğrudur. Bəs yaxşı, deyin görüm. Təzadın hansı növləri var? Təzadın 2 növü var. Təzadın növü. Bəli. Nəsə ağlıma gəlmədi təzadın Deyəm də. növü.
Təzadın növlərini. Eşidirəm müəllim, buyurun. Eee, kontrast. Gül müəllim, siz adınız dəqiq bilmirəm, ona görə müraciət eləyə bilmirəm. Gül müəllim yazılıb sadəcə. Eşidirəm sizi. Təəssüf ki, səsiniz gəlmir, eşidə bilmirik biz sizi. Eşidilmir səsiniz, ona görə təəssüf. Deməli, kontrastdır, bir də ki, Tunçala müəllim, kontrast və antiteza. Kontrast nədir, antiteza nədir? Kontrast fikirlərin təzadıdır, antiteza sözlərin təzadıdır. Məsələn, deyir ki, bir yandan boşalır, bir yandan dolur, sirrini verməyər sirdaşa dünya. Boşalır, dolur. Bu sözlərin təzadıdır, antitezadır, amma fikirlərin təzadı nümunə olaraq keçən dəfə demişdik ki, məsələn, Yeddi Gözəl poeması, Nizam Gəncəvinin Yeddi Gözəl poemasında 7 dustağın ağır həyatı ilə 7 şahzadənin gözəl nağılı, şirin nağılı bir-birinə təzad təşkil eləyir. Fikirlərin, ideyaların bir-birinə təzad təşkil etməsi də nədir? Kontrast. Antiteza isə sözlərin bir-birinə təzadıdır. Daha sonra Tunçala müəllim, deyin görüm, eşidirsinizmi? Deyin görüm, Bəli, bəli, eşidirəm. litota nədir, mübaliğə nədir, kinayə nədir? Mübaliğə kiçiltmədir. Böyütmədir mübaliğə, həddindən artıq şişirtmə. Aha, sonra Litota həddindən artıq kiçiltmə, əhəmiyyətsizləşdirmə. aha, bəs Ki kinayə? kinayə də bir ifadəni, necə deyim, lağa qoymaq mənasında da. Qoymaq, kinayə, ironiya, kinayə, Kinayə, məzhəkə, ironiya, istehza da deyirik biz buna. bəli, Kiməsə, bəli, əksin demək. Kimsə məsələn savadsızdır, əksin deyib deyirəm alim adamdır. yaşa. Yəni hansısa qorxaq adama deyirsən ki, sən əjdahasan, nə bilim, sən canavarmışsan, sən nə bilim, necə igidmişsən və s. Bunlar nədir? Bunlar nə olur? Olur kinayə və ya ironiya. Yaxşı, yaxşı. Kiminsə sualı varmı mövzu haqqında? Testlər də atmışdım, testlər də işləmisiniz. Varsa sualınız eşidirəm sizi. Varsa deyin gəlsin, mən sizi dinləyim, suallarınıza cavab verim. Amma əgər yoxdursa, mən istəyirəm bu gün üçün nəzərdə tutduğum mövzulardan danışım. Bir dənə müəllim, o sadə məcaz deyəndə biz epitet, təşbeh, metafor, Epitetlə təşbeh. Bunlar- Bunlar mürəkkəb məcaz götürülür. epitetlə təşbeh sadə Bəli, mürəkkəb məcaz. Valla niyə tərsinə qeyd etmişəm o zaman? Epitetlə təşbeh sadə məcazdır, bilmənalı şəkildə. Hə, sadədə bəli, onu deyirəm. Evet, onu deyirəm. Epitetlə təşbeh sadə məcaz, qalanları mürəkkəb. Aha, tamam. Çox Tamam, başqa sual? Başqa sual varmı? Əslində o sadə və mürəkkəb məcaz ifadələri MİQ imtahanına düşən məsələ deyil. Yəni imtahanda iştirak eləmisinizsə əvvəlki illərdə, yəni inanmıram ki, elə şeylə, inanmıram yox, əminəm ki, rastlaşmamısınız, çünki mən o suallara baxıram hər zaman. Gülnar müəllim, eşidirəm sizi. Müəllim, sizdə bu sertifikasiya sualları var. Var. Onu ata bilərsinizmi zəhmət olmasa? Tamam, yazarsız göndərərəm. Çox sağ olun. Tamam, başqa sözü və ya sual olan varmı? Eşidirəm Gülnar müəllim, buyurun. Buyurun, eşidirəm Gülnar müəllim Eyvazova. Əlinizi qaldırmısınız, buyurun danışın. Səsi açın zəhmət olmasa, eşidirəm sizi. Axşamınız xeyir müəllim, bağışlayın. Baxın, buyurun. Müəllim, deyirəm siz sualları mənə də atarsınız da, mən də əsas sertifikasiyada iştirak edəcəm. Yazarsız Sonra göndərərəm. MİQ-də iştirak edəcəm. Yazarsız göndərərəm. Yaxşı. Tamam, əgər sual yoxdursa, mən keçirəm artıq bu gün üçün nəzərdə tutduğum mövzuları. Bu gün üçün nəzərdə tutmuşam Füzulinin 2 dənə qəzəli, Nəsiminin 2 dənə qəzəli, bir də ki, Seyid Əzim Şirvaninin Güşqıl müxəmməsi ilə Qafqaz müsəlmanlarına xitab əsərini. Yəni 6 dənə şeir nəzərdə tutmuşam, onlarla bağlı testə göndərəcəm. Deməli, başlayaq birinci Füzulinin söz qəzəlini izah eləyəcəm. Diqqətli olun, dinləyin. Düz dərsin video yazısını da göndərəcəm, amma ki, burada dinləyin, başa düşülməyən nəsə qaranlıq qalan məqam olarsa, soruşa bilərsiniz.
Deməli, Müəllim, bu həm MIQ, həm sertifikasiyada olan mövzulardır. İkisində də var. bəli, ikisində də var. Ha, Bəli, ikisində də var. Nəzərə almışam hamısını. Deməli, Məhəmməd Füzulinin söz qəzəli Rəməl bəhrindədir. Rəməl bəhrindədir və bəhrinə uyğun olaraq ağır-ağır oxunan şeirdir. Ağır-ağır oxunan şeirdir. Əsas məzmununa diqqət yetirməlisiniz. Qafiyə quruluşu onsuz da qəzəllərin qafiyə quruluşu hər zaman eyni olur. A, B-A, C-A, C-A, D-A və s. eyni formada olur. Sonda isə müəllifin adı və ya təxəllüsü işlənir. Gördüyünüz kimi burada olduğu kimi. Yəni bu standart olaraq qəzəl janrının tələbidir. Bunu bilməliyik, bu öz yerində. Aha, şeiri oxuyaq. Şeirdə sözün dəyərindən danışılır. Söz vacibdir. Söz insanı özündən sonra yaşadığı dövrdə də özündən sonra, öləndən sonra da hörmətli edən anlayış olaraq təqdim olunur. Yəni yaşadığı müddətdə də sənin sözün səni dəyərli eləyir. Sən öləndən sonra da sənin sözün səni dəyərli eləyir. Bu fikir aşılanır. İnsanlara düzgün, dəqiq, doğru söz danışmaq çatdırılır. Az danışmaq məsləhət görülür. Danışmamaq yox ha, test predmeti olaraq çıxa bilər qarşınıza ki, danışmamaq məsləhət görülür. Bu yanlışdır. İnsanlara az danışmaq məsləhət görülür. Tək-tək baxaq fikirlərə. Deyir ki, beytlərə. Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz. Bu nə sirdir kim olur hər ləhzə yoxdan var söz. Deyir ki, xalqa, insanlara, insanın sirrini açan sözdür. Yəni bizim kim olduğumuzu, sirrimizi insanlara açan nədir? Söz vasitəsilə açırıq. Deyir, bu nə sirdir kim? Burada kim, ümumiyyətlə klassik poeziyada kim ifadəsi əslində ki bağlayıcıdır. Deyir, bu nə sirdir ki, o birdən-birə yoxdan var olur. Yəni sözün insanın daxilindən səslərin çıxmasını bir sirli xüsusiyyət olaraq təqdim eləyir. Deməli, test predmeti olaraq qarşınıza çıxa bilər ki, şeirdə sözün sirli xüsusiyyətindən danışılır. Bəli, bu doğrudur. Sözün sirli xüsusiyyəti nədir? Yoxdan var olmaq. Yoxdan var olmaq sözün sirli xüsusiyyəti olaraq təqdim olunur. Daha sonra digər beyt artıran söz qədrini sidq ilə qədrin artırar. Kim nə miqdar olsa əhlin eylər, ol miqdar söz. Deyir ki, insan sözünün qədrini artırarsa, sözünü dəyərli edərsə, bu zaman özünə dəyər vermiş olur. Yəni sənin sözün sənin dəyərindir. Sənin dəyərin sözünün dəyəri ilə ölçülür. Kim nə miqdar olsa, əhlin eylər, ol miqdar söz. Deyir, kim nə qədər dəyərlidirsə, kim nə qədər özünü dəyərli hesab eləyirsə, ətrafına da o qədər dəyərli söz danışar, söz çatdırar. Sözünə də ona uyğun, danışdığı sözdə ona uyğun qiymətli olar. Yəni, insanın dəyəri onun sözünə uyğun olur. Ver sözə ehya ki, tutduqca səni xabi əcəl, edə hər sayət səni ol uyqudan bidar söz. Deyir ki, sözü canlandır ki, səni ölüm yuxusu tutanda. Tamam, bu sözü canlandır nə deməkdir? Yəni, sən gözəl söz danış ki, burada ehya etmək, gözəl söz danışmaq mənasındadır. Gözəl söz danışmaq. Gözəl söz danış ki, səni xabiyyəcə tutanda, yəni ölüm yuxusu tutanda, yəni sən öləndə, edə hər sayət səni o uyqudan bidar söz. Deyir ki, hər saat səni yuxudan oyaq etsin, ayıq etsin. Yəni, sənin danışdığın sözlər gözəl olarsa, sən öləndən sonra sənin gözəl sözlərin hər saat xatırlanıb, sanki diri saxlayacaq səni. Yəni, səni yuxudan oyadacaq sanki. Daha sonra deyir, bir nicari əmbərin xəttir, könüllər almağa, göstərər hərdəm niqabi qeybdən rüxsar söz. Gözəldir ki, bir gözəl qoxulu, gözəl üzlü bir qız kimidir. Üzü bağlıdır. Sanki ara bir niqabını götürüb, o gözəlliyini insanlara göstərir və insanları sevindirir. Burada bir nicari əmbərin xət ifadəsini görürsünüz. Nicari əmbərin xət könülləri əldə edən gözəl mənasındadır. Xazini gəncineyi əsrardır hərdəm təkər, rişti izharə min gövhəri əsrar söz.
Deyir ki, sirlər xəzinəsinin xəzinədarı sözdür. Sirlər xəzinəsinin xəzinədarı sözdür və deyir ki, həmin o söz, bu nə deməkdir? Sirlər xəzinəsinin xəzinədarı, yəni insanın daxili aləmi sirlərlə doludur və onun da xəzinədarı, yəni həmin o sirləri qoruyan sözdür. O söz əgər çıxsa, artıq o sirlər çıxmış olur. Deyir və o hərdən çəkər riştə izharə min gövhər əsrar söz. Deyir ki, hərdən başlayar danışmağa o söz insan və sözlər sanki ipə düzülmüş gövhər kimi düzülər. Fikir verir. Deyir ki, min gövhər, sirli gövhər. Əsrar, gövhər. Əsrar sirlidir, gövhər də qiymətli daşdır. Deyir ki, sirli gövhər kimi həmin o sözləri insan danışaraq sanki sapa düzər. Yəni gözəl sözlər danışırsan, sənin sözlərin həmin o qiymətli daşlar kimi necə sapa düzülür, sən də o formada danışmış olursan. Olmayan qəvvasi bəhri mərifət arif degil, kim sədəf tərkibi təndir, lölöy şəhvar söz. Olmayan qəvvasi bəhri mərifət arif degil. Deyir ki, mərifət dənizinin üzgüçüsü olmayan şəxs arif deyil. Arif yəni kamil insan, həqiqəti görən, dərk edən insan deyil. Mərifət dənizinin üzgüçüsü olmayan insan. Ümumiyyətlə, mərifət dənizi nədir? Sufilik deyə, sufi. Yəni, əslində bu beytin izahını verirəm. Kitablar çox da vermir bunu. Sufilik deyilən bir təriqət var. Ümumiyyətlə, İslamın mistik cərəyanları və təriqətləri çoxdur. Sufilik, hürufilik, nəqşibəndilik, sührəvərdilik, nə bilim, zəmirilik o qədər zəngindir ki, çoxdur. Sufilik də onlardan biridir. Sufiliyə görə insan kamilliyə çata bilmək üçün 4 vacib mərhələdən, qapıdan keçməlidir. Bunlar deməli, təriqət. Yaxşı yazaq ki, oxuna bilsin. Bunlar hansılardır? Bunlar təriqət, şəriət, mərifət və həqiqət. Bu qapılardan sonuncu qapıya çatan şəxs, bura çatan şəxs kamil insandır. Yəni bu mərhələləri keçməlidir müxtəlif yollarla. Deyir ki, olmayan qəvvasi bəhri mərifət. Yəni mərifət dənizinin üzgüçüsü olmayan şəxs, yəni mərifət dənizinə çata bilməyən şəxs arif deyil. Yəni həqiqətə, kamilliyə çata bilməyəcək, arif ola bilməyəcək. Deyir ki, əgər insanın bədəni qiymətli bir daşdırsa, tən bədəndir. İnsanın bədəni sədəfdirsə, qiymətli daşdırsa, onun ən gözəl incisi, şəhvar şahlara layiq və ya şahanə, şahlara layiq incisi, ən gözəl incisi məhz sözdür. Və deyir ki, insan sözü sayəsində həmin o mərifət dənizindən keçə bilər, arifliyə çata bilər. Bəli, təsəvvüf ədəbiyyatı. Ümumiyyətlə, Füzuli yaradıcılığının 90% təsəvvüf ədəbiyyatına həsr olunubdur. Leyli Məcnun da təsəvvüf ədəbiyyatı nümunəsi sayılır, Məni candan usandırdı da, elə bunda da kifayət qədər var o ünsürlər. Daha sonra növbəti beytdə deyir ki, gər çox istərsən Füzuli, izzətin az et sözü. Kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Deyir ki, gər əgər deməkdir. Çox istərsən, Füzuli sözünü buradan götürək, qoyaq bura. Bu əvvəldə. Füzuli müraciət edir özünə. Deyir, əgər izzət sözünün izzətinin çox olmağını istəyirsənsə, izzət hörmət mənasındadır. Deyir ki, əgər sözünün hörmətinin çox olmağını istəyirsənsə, arzuluyursansa, o zaman az et sözü, yəni az söz danış. Testə salır, yazır ki, ümumiyyətlə danışmamağı məsləhət görür, tamamən yanlışdır. Az danışmağı məsləhət görür. Deyir ki, yəni çox olmaqdan qılıbdır, çox əziz xar söz. Yəni deyir ki, çox danışmaq, çox əziz insanı xar, yəni biabır, rüsvay eləyib hörmətdən salıbdır. Ona görə çox danışmaq yox, az danışmaq lazımdır. Aydındırmı? Bu qədər bu şeir haqqında. Bu şeir haqqında sualı olan varmı? Varsa eşidirəm sizi. Yoxdur. Tamam, əgər yoxdursa keçək, məni candan usandırdığını izah eləyim. Ondan sonra da Nəsiminin 2 dənə şeirindən danışacağam. Deməli, məni candan usandırdı qəzəli. Bəli, eşidirəm sualınız varsa, buyurun. Müəllim,
Bu söz qəzəli ilə məsələn belə ağlıma gəldi birdən ki, məsələn hansısa bir ədəbiyyatda hansısa bir əsərin ortaq mövzu olaraq ortaq var elə bir əsər. Söz Cümləni düz oxşar qurmuşam. şeirlər var. Yəni söz qəzəli ilə eyni mövzuda olan başqa bir əsər. Tam olaraq eyni deyə bilmərik, amma oxşar xüsusiyyətlərin olduğu əsərlər var. Məsələn, Şəhriyarın Türkün dili şeiri var. Orada dillə, sözlə bağlı vacib xüsusiyyətlər verilibdir. Daha sonra Nəsiminin Sığmazam qəzəli var. Orada deyir ki, sus. Ümumiyyətlə orada susmağı, danışmamağı məsləhət görür. Burada az danışmağı test olaraq salırlar ha. Hər iki şeirdə şair az danışmağı məsləhət görür və yaxud da ki, hər şeirdə susmağı məsləhət görür. Yanlışdır. Burada susmağı az danışmağı məsləhət görür. Orada amma ümumiyyətlə lal olmağı, susmağı məsləhət görür. Bəli, Hikmətin Fəzilətində də sözün dəyəri ümumiyyətlə fikir olaraq xarakterli əsər kimi düşünmək olar, doğrudur. Oxşar əsərlər var, tapılar. Amma yəni tam olaraq eyniliyi təşkil edən əsər demək biraz qəlizdir. Oxşar xüsusiyyətlər olan əsərlər var. Məsələn, hər hansı bir 2 dənə əsəri qoyub bundan, başqa bir əsəri qoyub bundan müqayisələri gətirə bilərik. Oxşar və fərqli cəhətlərini çıxara bilərik ortaya Venn diaqramı ilə, amma yəni tam olaraq eynidir demək düzgün deyil. Aydındırmı? Çox sağ olun. Buyurun. Başqa sual varmı? Yoxdur. Tamam. Elə isə davam eləyirəm. Deməli, Məni candan usandırdı qəzəli Füzulinin bundan danışacağıq. Məni candan usandırdı qəzəli Həzəc bəhrindədir. Ədəbiyyatımızda ən çox istifadə olunan bəhr məhz Həzəc bəhridir. Məni candan usandırdı qəzəl də məhz Həzəc bəhrində yazılıbdır. Məhəbbət mövzusundadır və həmin o məhəbbət mövzusu ikili xarakter daşıyır. Yəni həm təsəvvüf, sufi məhəbbət, ilahi məhəbbət deyirik biz buna, həm də ki dünyəvi məhəbbət, yəni real məhəbbət olaraq düşünülə bilər. İndi onları da göstərəcəm şeir üzərindən. Bəli, Gülnar müəllim, eşidirəm sizi. Müəllim, bu Həzəclə Həcəz, bunlar ayrı-ayrı bəhirlərdir, yoxsa sadəcə səhv yazılır? Həcəz deyə bir bəhir yoxdur. Söz Həzəc yazılır. Aydındır? Çünki bəzi yerlərdə rast gəlirəm, onu Həcəz deyə yazılır. O da məni həmişə çaşdırır ki, ayrı-ayrıdırmı yoxsa söz mü səhv yazılıb? Həzəc bəhridir. Z ilə. Birinci Z-dır. Hə, aydındır. Çox sağ olun. Deməli, oxuyuram şeiri. Dediyim kimi, məhəbbət mövzusundadır. Burada həm dünyəvi məhəbbətin izləri, həmçinin də ilahi məhəbbətin izləri özünü göstərir. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Deyir ki, məni canımdan bezdirdi, amma yar cəfa verməkdən bezmədi. Mən bu əziyyətdən sonra deyir ki, o qədər ah çəkdimdir, fələklər mənim ahımdan yandı, amma muradımın şəmi yanmadı. Fələklər göylər, deyir, göylər mənim ahımdan yandı, amma muradımın şəmi yanmadı. Yəni, arzum həyata keçmədi, arzum reallaşmadı. Bax, bu ikinci misra var ha, bunu oxşar kimi götürə bilərsiniz. Zakirin Badi-Səba mənim dərdi dilimi şeiri var. Orada deyir ki, ahün aləm asimanə yetdin, gərdə-ani minayə dedin, nə dedi? Orada da lirik qəhrəmanın ah naləsi göylərə ucalır. Burada da lirik qəhrəmanın ah naləsi göylərə ucalır. Fərq odur ki, burada deyir ki, mənim fələk ah naləm göyləri yandırdı. Orada isə deyir ki, sadəcə göylərə ucaldı. İkinci beytdədir ki, qamu bimarinə canan, dəvayi dərd edər ehsan, neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Qamu, hamı və ya bütün deməkdir. Hamı və ya burada bütün deyək də, bütün deməkdir. Bimar xəstə deməkdir. Xəstə. Canan burada Allah deməkdir. Ümumiyyətlə, klassik poeziyada canan sözü Allah sözünün kodlaşdırılması olub, hesab olunubdur. Əksər hallarda bu tip nümunələr rastımıza çıxır. Nəsmi yaradıcılığında da var, Füzulidə də var. Bu formada çox nümunələrə rast gəlirik. Dəvai dərd edərəsə, deyir ki, canan burada dediyim kimi Allah nəzərdə tutulur. Allah bütün xəstələrinin dərdinə dərman eləyir. Amma mənə niyə dərman eləmir? Deyir ki, nə üçün qılmaz mənə dərman? Mənə niyə dərman eləmir? Məni bimar, yəni xəstə sanmaz. Mənim özünə xəstə hesab etmirmi? Yəni, mənim sevgimi, həqiqi sevgi hesab etmirmi Allah özü üçün? Bu beyt, sırf bu beyt, sufiliyin və ya ilahi məhəbbətin qabarıq olduğu əsas beyt bu hesab olunur.
Daha sonra növbəti beytdə deyir ki, qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən. Desəm ol bivəfa bilməm, inanarmı, inanmazmı? Deyir ki, mən qəmimi, dərdimi gizli saxlayırdım. Pünhan gizli deməkdir. Deyir, mənə dedilər ki, yarə qıl rövşən, de, açıq-aşkar get sevgiliyə danış dedilər. Deyir ki, desəm ol bivəfa. Deyir, gedib həmin o sevgiliyə desəm, həmin o bivəfa, bilmirəm mənə inanar, yoxsa inanmaz. Bivəfa adlandırır burada sevgilini. Daha sonra növbəti beytdə deyir ki, şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım, oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Deyir ki, şəbi hicran ayrılıq gecəsidir. Ayrılıq gecəsi mənim canım yanır. Buna görə gözümdən qanlı yaş axır. Çeşmi giryanım, gözümdən qanlı yaş axır. Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Deyir ki, mənim ah-naləm, əfqan ah-nalə deməkdir. Xalqı oyadar, təbii ki, mübaliğəyə bax. Qara bəxtim amma deyir oyanmaz. Bəxtin qara adlandırır, bəxtin qara adlandırır. Bunu biz Hüseyn Cavidin Ana Mənzum faciəsində görürük. İsmət öz bəxtini qara adlandırır. Həmçinin orada Qan Polad da öz bəxtini qara adlandırır. Yaxşımı? Daha sonra Almas Yıldırımın Əsir Azərbaycanım şeirində deyir ki, oyanmazmı kör olası baxdım oy. Orada da öz bəxtindən şikayətlənmə var. Ortaq fikir kimi götürə bilərsiniz. Daha sonra növbəti beytdə deyir ki, gülü rüxsarinə qarşı gözümdən qanlı axar su. Həbibim, fəsli güldür bu. Axar sular bulanmazmı? Bu biraz qarışıq beytdir. Nə deməkdir? Burada hərfi izahını yazmışam. İndi tam olaraq geniş izah verirəm sizə. Deyir ki, gül üzünə qarşı, gül rüxsar, gül deməkdir, rüxsar da üz deməkdir. Qızın, həmin o sevgilinin gül üzünə qarşı mənim gözümdən qanlı yaş axır. Həbibim sevgiliyə müraciətdir. Fəsli güldür, bu axar sular bulanmazmı? Fəsli güldür, yaz fəslidir deməkdir, metonimiyadır. Axar sular bulanmırmı? Tamam, gözəl, aydındır, yaz fəslidir, niyə axar sular bulanmır sualını verir. Amma axı bunun sevgi, məhəbbətlə nə əlaqəsi? Yəni, birincisində deyir ki, gözümdən sənə görə qanlı yaş axır, digərində artıq deyir ki, yaz fəslidir, niyə sular bulanmır? Bu nə deməkdir? Bunu köçürmə üzərindən, daha doğrusu ad dəyişmə üzərindən həyata keçiribdir müəllif. Əslində, qış nədir? Buz fəsli, soyuq fəslidir. Yaz artıq. Buz açılır, sular isti havalar olur, düzdür? Deyir ki, yaz gəlibdir, havalar da isinibdir. Havalar isindiyi kimi qış soyuq olur. Bizim münasibətimizdə niyə hələ qışdır? Niyə bizim münasibətimizdə buzlar əriməyib? Niyə bizim münasibətimiz isti münasibətə çevrilməyibdir? Niyə bizdə hələ qışdır? Niyə yaz gəlməyibdir? Aydındırmı? Daha sonra digər beytdə deyir ki, degildim mən sənə mail, sən etdin əqlimi zail, mənə tən eyləyən qafil səni görcək utanmazmı? Deyir ki, mənim sənə istəyim, arzum yox idi, sən ağlımı əlimdən aldın. Və mənə lağ eləyən şəxslər səni sevdiyimə görə səni görcək utanmazmı? Yəni, səni görcək utanarlar. Növbəti beytdə Füzuli rindi şeydadır, həmişə xəlqə rüsvadır, sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı? Füzuli burada öz adını çəkir, amma özünə xitab eləmir, özünə müraciət eləmir, sadəcə öz adını çəkir. Deyir ki, Füzuli dəli divanə bir aşiqdir və buna görə də xalq içində rüsvaydır. Bu nə deməkdir? Baxın, klassik ədəbiyyatda, ümumiyyətlə, klassik ədəbiyyat deməyək də, orta dövrlərdə, qədim dövrlərdə sevmək bir xəstəlik olaraq qəbul olunurdu. Sevmək normal insan əməli hesab olunmurdu. Və biz bunu Leyli Məcnunda da görürük ki, Leyli Məcnunun əsl adı nədir? Qeys. Onu nə adlandırırlar? Dəli. Yəni, sevgini bir xəstəlik, bir dəlilik olaraq qəbul eləyirdilər. Ona görə, bax, onun burada da izi var. Həmin məsələnin burada da izi var. Deyir ki, Füzuli dəli divanə aşiqdir. Deyir, buna görə də xalq içərisində rüsvaydır. Yəni, rüsvaydır. Çünki axı dəlilik hesab olunur, xəstəlik hesab olunur. Ona görə xalqın içərisində rüsvaydır. Bir sorun kim? Bu nə sevdadır? Bu sevdadan usanmazmı? Deyir ki, bununla belə Füzulidən soruşun, görün hələ. Füzuli bu sevgisindən bezibmi? Yəni, bezməyib demək istəyir də.
Soruşun görüm Füzuli bu sevgidən bezibmi? Xeyr, bezməyib demək istəyir. Deməli, bu şeirdə sonuncu beytdə müəllif öz adını çəkir, amma özünə müraciət eləmir. Həmçinin bu şeirdə birinci beytdə, bax bu birinci beytdə daxili qafiyə işlənməyib, qalan beytlərin hər birində daxili qafiyədən istifadə olunmuşdur. Aydındırmı? Varmı bu şeirlə bağlı sualı olan? Varsa eşidirəm sizi. Yoxdur? Tamam, əgər yoxdursa, dediyim kimi mən bugün Füzulidən 2 şeir, Nəsimidən 2 şeir və həmçinin də Seyid Əzim Şirvanidən 2 dənə şeir nəzərdə tutmuşam. İndi danışaq nədən? Danışaq Nəsiminin Sığmazam qəzəli haqqında. Nəsiminin Sığmazam qəzəli, bax, bundan əvvəlki şeirdə, Məni candan sandırdı qəzəlində sufiliyin işarələri vardı. Burada artıq hürufi işarələr, hürufi işarələr deməyək, tamamən hürufiliyə həsr olunmuş şeirlərdir. Həm Sığmazam qəzəli, həm də Ağrımaz qəzəli. Bəli, həm əzbər eləməlisiniz, Sevinç müəllim, elədir ki var, həm də ki təhlili çox vacibdir. Yəni, ola bilər ki, deyərsiniz ki, mən bilirəm bu əsəri, təhlillərin aydın şəkildə biləsiniz, amma ki, yəni, şeirin əzbərlənməsi çox vacibdir. Əgər təhlili unutsanız, xatırlamasanız nəsə, hər hansı bir detalı, şeiri əzbər bilirsinizsə, avtomatik siz oradan özünüz təhlilini çıxaracaqsınız ortaya. Ona görə yəni, şeirin əzbərlənməsi çox vacibdir. Düzdür, elə şeirlər var, həcmi çox böyükdür, onu başa düşürəm, amma bunlar həcmcə elə də böyük deyil, əzbərləyə bilərsiniz. Deməli, dediyim kimi, Nəsiminin yaradıcılığı hürufiliyə həsr olunub böyük ölçüdə, o cümlədən Sığmazam qəzəli ilə Ağrımaz qəzəlidir. Hər ikisi hürufi qəzəllərdir. Sığmazam qəzəlində hürufiliyin vacibliyini vurğulayır. Hürufi olan insan necə insandır sualına cavab verir. Ağrımaz qəzəlində isə hürufi olduğu üçün bir növ özünü müdafiə edir. Hürufi olduğu üçün onu qınayır insanlar, dindən dönmüş hesab edir. O isə Ağrımaz qəzəli ilə onlara cavab verir. Yəni, hürufi olduğu üçün bir növ özünü müdafiə eləyir Ağrımaz qəzəlində. Əvvəl Sığmazam qəzəlindən danışaq. Sığmazam qəzəli Rəcəz bəhrindədir. Rəcəz. Ədəbiyyatımızda o qədər də zəngin istifadə olunmayan bəhrdir. Təmtəraqlı üslubdadır. Rəcəz təmtəraqlı və ya dəbdəbəli üslubdur. Dəbdəbəli. Təmtəraqlı və ya dəbdəbəli üslubu ilə seçilən bəhrdir. Deməli, Sığmazam qəzəlini oxuyaq, təhlil eləyək. Rədif əsasında adlandırılır bu şeirdə. Rədif əsasında. Deyir ki, məndə sığar iki cahan, mən bu cahana sığmazam, gövhəri laməkan mənəm, kövnü məkana sığmazam. Şeirin şah beyti bax budur. Şah beyti. Yəni, belə bir şey yoxdur ki, şah beyti ortada olmalıdır, bu tələb yoxdur. Bu, həm şah beyti, həm də mətləb beyt hesab olunur. Yəni, birinci də gələ bilər şah beyti. Əsas fikir buradadır. Məndə sığar iki cahan, mən bu cahana sığmazam, gövhər ila məkan mənəm, kövnü məkana sığmazam. Deyir ki, məndə iki cahan, yəni həm maddi, həm də mənəvi aləm sığır məndə. Mən isə bu dünyaya da ona da sığmıram, heç birinə sığmıram. Bu nə deməkdir? İnsanın təfəkkürü maddi və mənəvi heç bir anlayışa sığmır. Yəni, biz oturub eyni anda minlərlə məqamı düşünə beynimizdən keçirə bilirik. Ona görə bizim beynimiz maddi və mənəvi aləmə düşüncəmiz sığa bilmir. Gövhər ila məkan mənəm, kövnü məkana sığmazam. Hərfi tərcüməsi budur ki, laməkan məkansız deməkdir. Gövhər də qiymətli daş. Deyir ki, həmin o məkansız daş mənəm və mən məkana və varlığa sığmıram. Yəni, heç yerə sığmıram. Nə deməkdir bu? Nəsimi hürufilik ideyasının təbliğatçısı idi və o, Allahın xüsusiyyətlərinin insanda təcəlli etdiyini bildirirdi. Allahın xüsusiyyətlərindən biri də məkansız olmasıdır. Allah məkansızdır, təsəvvür olunmaz, təsvir olunmaz. Bu tip xüsusiyyətlər var, düzdür? Deyir ki, həmin o məkansız olmaq xüsusiyyəti mən Allahdan nümunə, nişanə daşıdığım üçün mənə də aiddir. Mənə də aiddir və mən məkana və varlığa sığmıram. Məkana və varlığa sığmıram. Növbət beytdə deyir ki, ərşlə, fərşi, kafü, nun məndə bulundu cümlə üçün, kəs sözünü və əbsəm ol, şərhü, bəyanə sığmazam. Deyir ki, göydə, yerdə, hamısı kafda, nun da məndə tapıldı. Bu kafla nun nə deməkdir? Kafü, nun deyir. Kaf, bu iki hərif ərəb dilində olmaq, yaratmaq sözünün formalaşdırır. Olmaq, yaratmaq sözünü formalaşdırır. Olmaq, Allah ol dedi, oldu.
Düzdürmü? Belə bir Quranda fikir keçir. Allah ol dedi, oldu. Həmin deyir o xüsusiyyət məndə də var. Məndə də yer alır. Deyir bunların hamısı məndədir. Cümləçün məndədir, bulunubdur, tapılıbdır. Deyir kəs sözünü və əbsəm ol, lal ol. Şərh-ü bəyana sığmazam. Deyir ki, danışma, lal ol, məni şərh eləməyə çalışma. Çünki mən şərh-ə bəyana sığmazam. Amma niyə insan şərh-ə bəyana sığmır? Çünki Allah təsvir olunmaz, şərh olunmaz bir anlayışdır, məfhumdur və insan da ondan xüsusiyyətlər daşıdığı üçün insan da təsvir olunmaz, şərh olunmazdır. Təsvir olunmaz və şərh olunmazdır. Qaraxanın yaradılışına qeyd olunurdu müəllim. Bəli, olar. Olar. Belədir ki, var. Deməli, kövn-ü məkandır ayətim, zat-ı dürur bidayətim. Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam. Deyir ki, mənim nişanım və əlamətim yer və varlıqdır. Var olmaq və yer mənim nişanımdır. Başlanğıcımda varlığın sahibi olan zatla, yəni Allahla bağlıdır. Zat-ı dürur bidayətim. Mənim varlığım, yaranmağım Allahla bağlıdır. Deyir, sən bu nişanla bil məni. Amma bil ki, mən bu nişanlara da sığmıram. Çünki mən o başlanğıcın özündə varam. Həmin o varlıq da məndə var. Kimsə cümani zənn ilə olmadı haqq ilə biliş, haqqı bilən bilir ki, mən zənn cümana sığmazam. Deyir ki, kimsə ehtimalla, zənn etməklə, gümanla haqqı bilmir, tanımır. Haqqı bilən insan bilir ki, mən zənnə və gümana sığmıram. Niyə zənnə gümana sığmır? Çünki Allah zənnə gümana sığmaz. İnsan da onun xüsusiyyətlərini daşıyır. Ona görə zənnə gümana sığmır. Burada isə haqq sözü Allah mənasındadır yenə də. Gənc nihan mənəm mən uş, eyni əyan mənəm mən uş, gövhər-i kam mənəm mən uş, bəhrə vükanə sığmazam. Gənc nihan gizli xəzinə. Bir gizli xəzinə mənəm. Eyni əyan görünənin gözü mənəm. Gövhər-i kan, mədən gövhəri mənəm, bəhrə vükanə. Bəhr dənizdir, vü və deməkdir, kan da mədəndir. Dənizə və mədənə sığmıram. Bu hərfi tərcüməsidir, amma bu nə deməkdir? Deyir ki, mən gizli bir xəzinəyəm. Eyni əyan mənəm, görünənin gözü. Deyir ki, insanda, yaradılışda bəsirət gözü deyilən bir şey var ki, həqiqəti dərk eləməyə kömək eləyir. Həqiqəti dərk etməyə imkan yaradır. Hər insanda bəsirət gözü açıq deyil, daha dərindən görən. Deyir ki, həmin o bəsirət gözü mənəm, eyni əyan mənəm, mənuş. Daha sonra deyir ki, gövhər-i kan, mədən gövhəri mənəm, dənizə də sığmıram. Kan, mədənə də, dənizə də, əslində burada kan, mədən, yəni quruya da. Suya da sığmıram, suya da. Həmçinin də quruya da sığmıram, quruya. Yəni, mən elə bir həqiqətəm ki, mən suya da sığmıram, quruya da sığmıram. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm, surəti gör bəyan ilə, çünki bəyana sığmazam. Deməlidir ki, zərrə mənəm, ən xırda mənəm, günəş mənəm, ən böyük də mənəm. Çar ilə pəncü şeş, 4, 5 və 6 mənəm. Ən kiçik mənəm, ən böyük mənəm, 4 mənəm. 4 nədir? Hava, od, su, torpaq. Yəni, insanın yaşaması üçün vacib olan həyat ünsürlər deyilir bunlara. 5 mənəm. Bu, duyğu orqanlarıdır, lamisə orqanlarıdır. Görmə, eşitmə, görürsünüz, bura qeyd eləmişəm. Qoxu bilmə, dad bilmə və toxunma. Bunlar insan deyir, hamısı onlar məndədir. 6 da mənəm, 6 mənəm. 6 tərəflərdir. 6 tərəflər irəli, geri, sağ, sol, aşağı, yuxarı. Deyir, onlar hamısı məndədir. Surəti gör bəyan elə, çünki bəyana sığmadan. Deyir ki, sən bu surətlə gör, bil, tanı, amma onu da bil ki, mən bu surətə, bu bəyana sığmıram. Zat iləyəm, sifat ilə, qədr iləyəm, bəyrat ilə, gül şəkərəm, nabat ilə, bəstə dəhanə sığmazam. Deməli, müxtəlif sifətlərləyəm, müxtəlif sifətlər məndə yer alır, müxtəlif xarakterik cəhətlər. Qədr iləyəm, bərat ilə. Qədr gecəsi və bərat gecəsi də məndədir. Qədr gecəsi ilə bərat gecəsi də İslamın müqəddəs gecələrindən hesab olunur. Onlar da məndədir. Gül şəkərəm, nabat ilə, bəstə dəhanə sığmazam. Gül şəkər gül mürəbbəsi olaraq keçir, hərfi tərcüməsi. Nəbatda şirniyyat deyək, şirinlik deyək biz buna. Bəstə balaca və ya qapalı deməkdir, dəhan ağız deməkdir. Yəni, gül mürəbbəsinin, şirniyyatın nə əlaqəsi? Burada
gül mürəbbəsi və ya şirinlik, şirin söz məzmunu daşıyır. Yəni şirin danışıq mənasındadır. Deyir ki, mən elə bir şirin danışıqam ki, elə bir şirin ünsiyyətəm ki, varlığam ki, bəstə dahana, qapalı ağızda qalmıram hətta. Yəni qapalı ağızda da məni saxlamaq mümkün deyil. Şəms mənəm, qəmər mənəm, şəhd ilə həm şəkər mənəm. Ruhi rəvan bağışlaram, ruhi rəvana sığmazam. Şəms günəşdir, qəmər aydır. Qəmər aydır. Qəmər həmçinin klassik poeziyada mah da aydır. Şəms mənəm, qəmər mənəm, şəhd ilə həm şəkər mənəm. Deyir ki, ay da mənəm, günəş də mənəm, şirin də mənəm, bal da mənəm, şəkər də mənəm hamısı. Ruhi rəvan bağışlaram, ruhi rəvana sığmazam. Ruhi rəvan, yəni axıcı ruh bağışlaram və axıcı ruha sığmaram. Amma nə deməkdir o axıcı ruh bağışlamaq? Baxın, burada yaşılla qeyd eləmişəm ki, insan cisim və ruhdan ibarətdir. İnsanı hərəkətə gətirən, var edən əsas məfhum ruhdur. Burada axıcı ruh qeyd olunan həmin mənada, yəni həmin o ruh insana varlığı, yaşamağı, həmin o xüsusiyyətini daşıyan anlayış məhz ruhdur. Deyir ki, mən əslində oyam, amma həmin o ruha belə sığmıram. Deyə bilərsən ki, Nəsimi niyə belə bir iddia eləyir? Bunun da səbəbi deyir, Allahın xüsusiyyətləri insanda təcəlli eləyibdir. Allahın xüsusiyyətləri var, budursa, o xüsusiyyəti mən də daşıyıram. Daha sonra, gərçi bugün Nəsimiyəm, Haşimiyəm, Qüreyşiyəm, bundan uludur ayətim, ayət-i şanə sığmazam. Burada isə deyir ki, mən normal bir insanam, mən Nəsimiyəm, Haşimilərdən, Qüreyşilərdənəm. Amma deyir, bunu da bil ki, mən bundan daha uluyam və mən həmin o bu Nəsimi, Haşimi, Qüreyşi olmaq ayətinə, nişanına sığa bilmərəm. Niyə sığa bilməz? Çünki Allah, burada qeyd eləmişəm, Allah uludur. Mən də onun əlamətlərini daşıyıram. Buna görə də mən də məni tanıyanların bildiyindən daha uluyam. Məni tanıyanlar necə tanıyır? Nəsimi, Haşimi, Qüreyşi olaraq tanıyır. Amma mən ondan daha uluyam insanların tanıdığından. Niyə? Çünki Allah uludur, mən də onun xüsusiyyətlərini özümdə daşıyıram. Bu şeirin demək olar ki, birinci beyt istisna olmaqla bütün beytlərində misralar bir-birinə təzad təşkil edir. Şəms mənəm, qəmər mənəm, şəhd ilə həm şəkər mənəm, ruhi rəvan bağışlaram, ruhi rəvana sığmazam. Bax, bununla bu bir-birinə təzaddır. Demək olar ki, bütün beytlərində təzad var. Görün, birinci beytdə də olmalı deyəsən. Gövhər-i laməkan mənəm, kövr məkana sığmazam. Bax, birinci beytdə də var hətta. Yəni, bütün beytlərində təzad mövcuddur. Müəllif dediyi fikirləri hamısını hökm formasında səsləndirir. Hər hansı bir fikirdən ehtiyat eləyən, ehtimalla danışmır. Hər bir fikrindən əmindir və hürufiliyin nə olduğunu insanlara çatdırır. Burada insan anlayışı deyəndə, yəni özündən danışır da, mən sığmazam deyir. Sığmazam deyəndə təkcə özünü nəzərdə tutmur. Ümumən bütün insanları yox, məhz kamil insanlar, həqiqəti özünü dərk eləyən insanları nəzərdə tutur burada. Yəni, özü həmin şəxslərin təmsilçisi olaraq çıxış eləyir. Təkcə özünü nəzərdə tutaraq danışmır. Bu, bizim Sığmazam qəzəlimiz. Sığmazam qəzəli haqqında sualı olan varmı? Varsa eşidirəm, buyurun. Yoxdur. Tamam, Ağrımaz qəzəlindən də danışaq. Deməli, Nəsiminin Ağrımaz qəzəli. Ağrımaz qəzəli, bu da rədif əsasında adlandırılıbdır, Rəməl bəhrindədir. Rəməl bəhrindədir. Deməli, bu da hürufilik mövzusundadır, təriqət mövzusunda yazılmış bir şeirdir. Burada Nəsimi bir növ özünü müdafiə eləməyə çalışır, özünü tənqid eləyənlərdən qorumağa çalışır. Hər bir beytin oxuyub, izah eləyə görə elə bu şeirdə nədən danışılır. Deyir ki, canə sən candan nə kim gəlsə, digərlər ağrımaz. Həq bilir bir zərrə neşlərdən damarlar ağrımaz. Cana, deyir, mənim canıma, sən candan, bax, buradakı can Allah mənasındadır. Deyir ki, mənim canıma Allahdan nə gəlir gəlsin, mənim ciyərlərim, mən buna görə ağrımaram. Haqq bilir, yəni deyir, Allah özü bilir ki, bir zərrə neşlərdən damarlar ağrımaz. Bir, yəni xırda iynədən damar ağrımır. Bu nə deməkdir? Yəni, mənə nə gəlirsə gəlsin, mən onu Allahdan qəbul edirəm, ona görə ağrımıram. Və deyir ki, yəni, bu mənim üçün xırda bir iynə kimi olur. Yəni, necə xırda bir iynə ağrıtmazsa, mənə gələn bütün bəlaları Allahdan gəldiyini düşünəndə, mən buna görə ağrımıram. Şəha,
Mehrindənmidir, ya aşinalığındanmıdır? Cismimi sər ta qədəm, min gəz yararlar, ağrımaz. Şaha burada da Allaha müraciətdir. Allahı nəzərdə tutur. Allaha müraciət edib deyir ki, bilmirəm, mehrindənmidir, yəni mehribanlığındandır, yoxsa aşinalığından, yəni dostluğundandır. Bilmirəm. Cismimi, yəni bədənimi sər ta qədəm, sər baş, qədəm də ayaq. Deyir, başdan ayağa qədər 1000 dəfə də yarırlar, yarsalar, ağrımıram. Deyir, mən bilmirəm, mənim bu ağrımamağımın səbəbi sənin mehribanlığın yoxsa dostluğundur. Bax, bu vacib beytlərdən biridir. Burada görürsünüz, yaşılla qeyd eləmişəm ki, bu beyt testlərdə şairin tərəddüd etdiyi məqam olaraq doğru götürülür. Çünki testlərdə yazır ki, məsələn, şairin əsərdə lirik qəhrəmanın həm hökm formasında, həm də tərəddüd formasında səsləndirdiyi fikir var. Bax, bu tərəddüd olan beyt bu beyt hesab olunur. Çünki müəllif ağrımamağının səbəbini dəqiq bilmir. Bilmir ki, Allahın mehribanlığı yoxsa dostluğu ona qoruyur, qoymur ağrımağa. Yəni, ehtimal tərəddüd yaradan beyt məhz budur. Ehtimal formasında səsləndirilən fikir məhz bu beytdədir. Fitvasından zahidin nahaq məni gər soyalar, qəm de gil səndən şaha görcək damarlar ağrımaz. Deyir ki, zahidin, deyir, həmin o din xadimlərinin, məni qınayan din xadimlərinin nahaq əmrlərinə, fitva əmr deməkdir, əmrlərinə görə məni soysalar. Deyir, bu mənim üçün qəm deyil. Şaha Allah deməkdir. Deyir ki, Allah, bu səndən gəldiyi üçün mənim üçün qəbuldur və bu məni ağrıtmır. Zahidin əfsanəsindən soydular nahaq məni, haqq bilir səndən şaha sahib nəzərlər ağrımaz. Deyir ki, əfsanə burada janr deyil ha, yalan söz deməkdir, yalan söz. Zahidin həmin o din xadiminin, xəlifənin yalan sözlərinə görə məni nahaq yerə soydular. Haqq bilir. Allah deyir, Allaha müraciət edir ki, şaha deyir. Sən özün bilirsən ki, buna görə sahib nəzərlər ağrımır. Sahib nəzərlər nəzər sahibləri, həqiqəti görənlər və ya kamil insanlar. Yəni, zahidin bu formada yalan və uydurma sözləri məni nə qədər incitsə də, həqiqəti görən insanlar onların yalan olduğunu bilir onsuz da. Yəni, onlar sadəcə uydurmadır. Mən buna görə həmçində sahib nəzərlər, həqiqət bilənlər incimirlər, ağrımırlar. Şişəmi dün daşa çaldım, yox, burada dün olmalıdır. Şişəmi dün daşa çaldım, haqqı ishar eylədim. Deyir, şüşəmi daşa vurdum, haqqı ortaya çıxardım. Şüşəmi daşa vurmaq nə deməkdir? Bizim lor leksikamızda açaram sandığı, tökərəm pambığı deyə bir ifadə var. Yəni, mən danışaram, həqiqətləri ortaya qoyaram deməkdir. Burada şair həmin o ifadəni müxtəlif, fərqli versiyada işlədib ki, şüşəmi dün daşa vurdum. Yəni, mən başladım danışmağa və haqqı ortalığa çıxardım. Çeşmi əhval ağrıdan, ağrı ifbəsərlər ağrımaz. Deyir ki, gözü əyri insanları ağrıdan bu ağrı, arif bəsərləri ağrıtmaz. Nə deməkdir bu? Gözü əyri insanlar həqiqəti görməyən insanları, bu dediklərim, bu həqiqət ağrıdır. Amma arif bəsərlər, yəni həqiqəti görənlər buna görə ağrımaz. Arif bəsərlər ifadəsi, bu yenə də lor leksikaya müraciət eləyəcəm. Üzr istəyirəm, gicbəsər ifadəsi var dilimizdə. Arif bəsər də onun əksidir. Yəni, axmaq sözünün əksi arif bəsər, yəni dərk eləyən, savadlı, həqiqəti görən deməkdir. Deyir ki, mən həqiqəti dedim və mənim həqiqəti deməyimdən sonra gözü həqiqəti görməyən insanlar ağrısa da, arif bəsərlər, yəni kamil insanlar, həqiqəti görən insanlar mənim həqiqəti deməyimdən ağrımadılar. Bu deməkdir. Daha sonra növbəti misra beyt. Zahidin bir barmağın kəssən dönər, haqdan qaçar, gör bu gerçək aşiqi, sərpa soyarlar, ağrımaz. Bu artıq rəvayətə istinaddır, rəvayətə müraciətdir. Rəvayətə müraciətdir. Deyir ki, zahidin, yəni din xadiminin, o yalan din xadiminin bir barmağın kəsərsən, o dönüb haqdan qaçar. Amma mənim kimi həqiqi aşiqi başdan ayağa soyurlar, amma ağrımıram. Bu da rəvayətə görə Nəsiminin qanı hara düşsə kəsmək əmri verilir. Barmağına düşür xəlifənin. Xəlifə də deyir ki, mən söz məsələ demişdim. Həmin rəvayətə
istinad hesab olunur. Cəhli namərdin qaçan meydan günündə yeri var, ər bilir meydan qədrin kim qədərlar ağrımaz. Deyir ki, namərd insanların həmin o qaçan namərd insanların, meydandan qaçan namərd insanların məşhər günündə yeri hazırdır. Ər insanlar isə meydan qədrin bilirlər deyə ağrımırlar, məşhər günündən qorxmurlar. Çünki onlar meydan qədrin bilirlər, hər şeyi görürlər, haqq iş görürlər yəni. Namərd insanlar meydandan qaçan insanlardır, ona görə məşhər günündən qorxurlar. Ər insanlar isə meydanda olan insanlardır, ona görə də həmin o qədərlər, yəni qədir bilənlər, meydan qədrin bilənlər, ər insanlar məşhər günündən qorxmurlar. Sonuncu beytdə deyir ki, soyun, ey murdar sallaqlar. Burada murdar sallaqlar cəllada müraciətdir. Cəllada. Soyun, ey murdar sallaqlar Nəsiminin tənin. Deyir ki, Nəsiminin bədənini soyun, ey cəlladlar. Bunca namərdi görün, bir ər qıyarlar, ağrımaz. Bu da iki cür başa düşülən beyt, misradır. Deyir ki, bunca namərd insana baxın. Mənim kimi bir ər insanı qıyırlar, amma onlar heç biri buna görə ağrımır. Digər də budur ki, bunca namərd insanın içində məni qıyırlar, öldürürlər, amma mən ağrımıram. Bu beyt, bu misra. Həm iki cür başa düşülən beytdir. Təkrar edirəm. Bunca namərd insanın içində məni qıyırlar, öldürürlər, amma bu namərd insanların heç biri buna görə ağrımır. Bir belə, bir də ki, bu qədər namərd insanın içində mən öldürülürəm, amma ağrımıram mənasında. İki cür başa düşülən misra hesab olunur. Ümumiyyətlə, Nəsimi yaradıcılığında bu formada olan ifadələr çox zəngindir. Məsələn, səndən İraq ey sənəm, şam-ı səhər yanaram. Yəni, səndən İraqda uzaqda olduğum üçün şam-ı səhər yanaram. Bir də ki, səndən İraq olsun mənasında. Yəni, sən belə olma mənasında işlənə bilir. Ümumiyyətlə, Nəsimi yaradıcılığında belə şeylər çoxdur. Burada da eyni qaydada həm namərd insanlar ağrımır mənim ölümümə, həm də mən ölürəm, amma özüm ağrımıram kimi başa düşülən beyt hesab oluna bilər bu beyt. Aydındır. Varmı bu şeirlə bağlı sualınız? Hər hansı bir qaranlıq məqam? Varsa eşidirəm. Yoxdur. Tamam. Bu qədər bugünlük. Seyid Əzim Şirvanın 2 dənə əsərini də nəzərdə tutmuşam. Onun da video yazısını qrupa göndərəcəm. Baxarsınız video yazısına, həmçinin də test olaraq da işləyərsiniz. Yaxşı. Deməli, mən danışdım bugün 2 dənə Füzulinin qəzəlləri, həmçinin Nəsiminin 2 dənə qəzəli və Seyid Əzim Şirvanın da 2 dənə əsərinin, şeirinin video yazısını göndərəcəm, ona da baxacaqsınız. Testlər göndərəcəm həm Nəsimi ilə, həm Füzuli ilə bağlı, onları da işləyəcəksiniz. Seyid Əzim Şirvanidən də yazacağam qrupa, qrupa yazacağam, yenə də burada deyim. Nəsiminin testindən 30 dənə işləyim, 1-dən 30-a qədər. Seyid Əzim Şirvanidən 1-dən 30-a qədər işləyim Mehəmədən. Füzulidən Leyli Məcnun, Mehəmədən Füzulinin işləməyə ehtiyacı yoxdur. Bu şeirlərlə bağlı ayrıca testlər göndərəcəm qrupa. Varmı sual və ya fikriniz? Yoxsa bu qədər. Sağ olun.